Salam, hər vaxtınız xeyir. Dimin yeni test toplusundan modelləşdirmənin cədvəl informasiya modeli testlərinin izahını verəcəm. Başlayırıq birinci sualdan. Təqdim olunma formasına görə modellərin növlərini müəyyən edin. Təqdim olunma formasına görə maddi modellər və informasiya modelləri olmaqla iki yerə bölünür. Bir olur D variantı. İkinci sual. Zaman amili nəzərə alınmaqla modellərin hansı növləri var? Zaman amili nəzərə alınmaqla dinamik və statik modellərə bölünür. Deməli, statik modellər baxılan zaman anında dəyişmir. Dinamik modellər isə zamandan asılı olaraq dəyişirlər. Üçüncü sual. Modeli yaradılan obyekt necə adlanır? Modeli yaradılan obyekt orijinal adlanır. Hansı halda modelləşdirmədən istifadə etmək şərt deyil? Baxırıq variantı. İnsanın daxili orqanlarının ümumi görünüşünü təsvir etdikdə, burada artıq modelləşdirmədən istifadə etmək şərtdir. Həll yolu məlum olmayan riyazi məsələlərdə, modelləşdirmədən istifadə etmək şərt deyil. 4 oldu B variantı. İkinci suala. İstifadə sahəsinə görə modellərin hansı növləri var? Bizdən istifadə sahəsinə görə soruşur. Tədris, elmi, texniki, təcrübi və imitasiya modelləri var. 6-cı sual. Bir informasiya modelinin növü deyil. İnformasiya modelinin növü deyil. Qlobus. Qlobus maddi modeldir. Cədvəl informasiya modelinə aid deyil. Bunlardan hansı? Til. Til cədvəl informasiya modelinə aid deyil. Baxırıq 8-ci suala. Yusif, Elşən, Xədicə, Ayan, Turanə hər biri yalnız bir fənn olmaqla riyaziyyat, informatika, biologiya, tarix, coğrafiya fənləri üzrə olimpiyadaya hazırlaşırlar. Yusif, Xədicə ilə, deməli, Yusiflə Xədicə, Elşənlə də Ayan bir sinifdə oxuyurlar. Yusiflə Xədicəyə bir dənə buradan qırmızı işarə qoyuram. Yusiflə Xədicə bir sinifdə oxuyur. Elşənlə də Ayan bir sinifdə oxuyur. Yusif informatika fənni üzrə olimpiyadaya hazırlaşır. Deyir ki, hər biri yalnız bir fənn olmaqla hazırlaşır. Deməli, Yusif informatikaya hazırlaşırsa, Yusiflə informatikanın kəsişdiyi xana haradır? Buradır. Bura bir dənə belə işarə qoyuram. Yəni ki, Yusif informatikadan hazırlaşır. Onda belə çıxır ki, Yusif riyaziyyatdan, biologiyadan, tarixdən, coğrafiyadan olimpiyadaya hazırlaşmır. Sonra və belə çıxır ki, digər uşaqlar da informatikadan hazırlaşmırlar. Coğrafiya fənni üzrə olimpiyadaya hazırlaşan şagirdin oxuduğu sinifdə olimpiyadaya hazırlaşan başqa şəxs yoxdur. Onda belə çıxır ki, deyir ki, coğrafiya fənni üzrə olimpiyadaya hazırlaşan şagirdin oxuduğu sinifdə olimpiyadaya hazırlaşan başqa şəxs yoxdur. Bayaq mənə dedi ki, burada birinci variantda Yusiflə Xədicə eyni sinifdə oxuyur. Elşinlə də Ayan eyni sinifdə oxuyur. Deməli, bunların ikisi bir sinif yoldaşdır. Amma burada Turanənin sinif yoldaşı yoxdur. Deməli, Turanənin oxuduğu sinifdə hazırlaşan ancaq belə çıxır ki, Turanədir. Onda Turanə hansı fəndən olimpiyadaya hazırlaşır? Coğrafiya fənnindən. Turanə ilə coğrafiyanın kəsişdiyi xanaya bir dənə işarə qoyuram. Deməli, artıq Turanə nə bir riyaziyyatdan, nə biologiya, nə tarixdən hazırlaşmır. Və eyni zamanda nə Ayan, nə Xədicə, nə də Elşən coğrafiyadan hazırlaşmır. Davamına baxaq. Tarix olimpiyadaya hazırlaşan şəxs Elşən ilə sinif yoldaşıdır. Elşən ilə sinif yoldaşı olan kim idi? Ayan idi. Deməli, Elşən ilə sinif yoldaşı olan şəxs Ayanda, deməli, Ayan tarixdən hazırlaşır. Ayanla tarixin kəsişdiyi xanaya bir dənə belə işarə qoyuram. Deməli, artıq Ayan nə riyaziyyatdan, nə biologiyadan hazırlaşmadığı məlum olur. Riyaziyyat olimpiyadasına hazırlaşan oğlandır. 2 nəfər qaldı mənim hansı fənlərdən hazırlaşdığını bilmədiyim. Bir Elşən, bir də Xədicə. Mənə deyir ki, riyaziyyat olimpiyadasına hazırlaşan oğlandır. Deməli, Elşən qalıb, Xədicə qalıb. Deməli, riyaziyyatdan hazırlaşan Elşəndir. Qalanlarını X qoyuruq. Bir dənə kim qaldı? Xədicə qaldı. Xədicə də nəyə hazırlaşırmış? Belə çıxır ki, biologiyaya hazırlaşırmış. Deməli, Yusif informatikaya hazırlaşır, Elşən hazırlaşır riyaziyyata, Xədicə hazırlaşır biologiyaya, Ayan hazırlaşır tarixə, Turanə hazırlaşır coğrafiyaya. Hansı variantdadır bizim bu sadaladıqlarımız? Deməli, C variantına baxaq. Yusif informatika, Elşən riyaziyyat, Turanə coğrafiya, Xədicə biologiya, Ayan tarix. Oldu C variantı. 9-cu suala baxırıq. Anar, Eltac, Nurlan, Vəkil və İman yarışda ilk 5 yer tutdular. Vəkil Eltacdan daha aşağı yer tutdu. Deməli, onda Eltac harada dayanacaqsa, Vəkil ondan aşağıda olmalıdır. Anardan isə daha yüksək yer tutdu. Deməli, Anar da Vəkildən aşağıdadır. Nə Nurlan, nə də İman Anardan yüksək yer tutmayıblar. Deməli, Nurlan
və İman Anardan sonra gəlirlər. Və deyir ki, İman axırıncı yerdə deyil. Onda Anardan sonra İman gəlib, İmandan sonra da Nurlan gəlib. Yəni axırıncı yer İman tutmayıbsa, deməli Nurlan tutub. İndi baxırıq, bizdən sıralamanı istəyir. Belə çıxır ki, birinci yer tutub Eltac, ikinci yer tutub Vəkil, üçüncü yer tutub Anar, dördüncü yerdə İman, beşinci yerdə Nurlan. 9 oldu A variantı. 10-cu suala baxırıq. Hündürlüyə tullanma üzrə yarışda A, B, C, Y, F, G, M yarışıblar. İştirakçıların nəticələrə bağlı aşağıdakılar məlumdur. B birinci olmayıb, amma A-dan yaxşı nəticə göstərib. Deməli, A harda olacaqsa, B həmişə ondan üstü olmalıdır. Birinci B gələcək, sonra A gələcək. A-nın nəticəsi C-dən yaxşı olsa da, deməli, C A-dan sonra gələcək, amma G-dən daha aşağıdır. Deməli, onda G-də A-dan əvvəl gələcək. M yalnız Y-dən yaxşı nəticə göstərib. Deməli, M sonra da Y gəlməlidir. Onda belə çıxır ki, Y M-dən sonra gələcək dedik. C yarışda 4-cü olmuşdur. Deməli, mən bura 1, 2, 3, 4, 5, deməli 5, 6. 2, 4, 6, 7. 7 hərf var orada. 7 nəfər yarışıb. Bizdən soruşur ki, yarışda 5-ci yeri kim tutmuşdur? C 4-cü yer tutsun. A-nın nəticəsi C-dən daha yaxşıdır. Deməli, A C-dən daha yuxarıda idi. Amma G-dən daha aşağıda idi. Deməli, A C-dən daha yaxşı idi, amma G-dən daha yaxşı idi. Və bizə deyir ki, B birinci deyil. B birinci olmamalıdır. Onda B-ni qoyarıq bura. G-dən daha aşağıdır. Onda G gələr yuxarıya. M yalnız Y-dən yaxşı nəticə göstəribsə, onda belə çıxır ki, Y ən axırıncıdır ki, M ondan aşağı nəticə göstərə bilir də, ancaq ondan aşağı nəticə göstərə bilir. 5-ci yerə hansı hərfimiz qaldı? F hərfimiz qaldı. Deməli, 5-ci yer tutan F imiş. 10 oldu C variantı. 11-ci suala baxırıq. Müəllim, sürücü, çilingər və mühəndis, Adil, Eldar, Müşfiq və Əliyar kafedə toplamağa qərar verdilər. İlk olaraq kafeyə sürücü gəldi. Deməli, birinci sürücü gəlib. Bura bir yazıram. Adil və Müşfiq kafeyə birlikdə gəldilər. Adil ilə Müşfiq kafeyə birlikdə gəliblər. Müşfiq çilingər deyil. Deməli, Müşfiq ilə çilingərin kəsişdiyi hissəyə bir dənə X qoyuram. Müşfiq çilingər deyil. Müəllim Əliyara zəng edərək yolda tıxacda olduğunu və ona görə gecikdiyini dedi. Müəllim Əliyara zəng eləyərək nəsə deyirsə, deməli, Əliyar müəllim deyil. Onda Əliyarla da müəllimin kəsişdiyi xanaya X qoyuram. Sonra, deməli, müəllim Əliyara zəng edərək yolda tıxacda olduğunu və ona görə gecikdiyini dedi. Verilən mülahizələrə əsasən Eldar və Müşfiqin peşələrini tapın. Təzədən bir də oxuyaq. İlk olaraq kafeyə sürücü gəlib. Deməli, gecikən sürücüdür, eləmi? Gecikən sürücüdürsə əgər, üzr istəyirəm, daha doğrusu birinci gələn sürücüdür. Adil və Müşfiq kafeyə birlikdə gəliblər. Müşfiq çilingər deyil, bildik ki, Müşfiq çilingər deyil. Müəllim Əliyara zəng edərək yolda tıxacda olduğunu və ona görə gecikdiyini dedim. Verilən mülahizələri nəzərə alaraq Eldar və Müşfiqin peşələrini tapın. Əgər müəllim Əliyara zəng eləyərək yolda tıxacda qaldığını deyirsə, deməli Əliyar artıq gəlib çatıbdı ora. Deməli, onda Əliyar birinci gələndir. Yəni kimdir? Sürücüdür. Əliyar sürücüdürsə, qalanlarına X qoyuram. Deməli, artıq sürücü burada Əliyar oldu. Sonra fikirləşirəm. Adil və Müşfiq kafeyə birlikdə gəliblər. Adil ilə Müşfiq kafeyə birlikdə gəliblər. Müəllim Əliyara zəng edərək Adil ilə Müşfiq bir yerdə gəliblərsə, məsəl üçün müəllim kim idisə, onda Əliyara xəbər verərdi ki, yəqin, yəni 2 nəfərin gecikdiyini xəbər verərdi də. Deməli, onda müəllim kimdir? Zəng eləyən Eldar imiş. Eldar müəllimdir. Sonra qaldı Adil ilə Müşfiq. Müşfiq də çilingir deyil. Onda belə çıxır ki, Müşfiq artıq müəllim də deyil. Müşfiq kim imiş? Müşfiq mühəndisi imiş. Sonra Adilə qaldı çilingər. Bu qədər. Deməli, Adil oldu çilingər, Eldar oldu müəllim, Müşfiq oldu mühəndis, Əliyar oldu sürücü. 11 oldu. Deməli, bizi nə soruşur? Eldar və Müşfiqin peşələrini tapın. Eldar müəllim, Müşfiq mühəndis.
11 oldu A variantı. 12-ci suala baxırıq. Bir məktəbin 5 məzunu Kənan, Əli, Mirzə, Məzahir və Azər görüşüblər. Onların bəziləri cari ilin, bəziləri isə əvvəlki ilin məzunlardılar. Onlar ixtisasçı, həkim, jurnalist, proqramçı, memar və iqtisadçıdırlar. Deyir ki, ixtisasçı olan ya Əli, ya Mirzədir. Ya Əlidir, burada bir nöqtə qoyuram, ya da ki Mirzədir. İqtisadçının Əlinin, iqtisadçı ilə Mirzənin kəsişdiyi xanaya bir dənə nöqtə qoydum. Proqramçı Mirzə deyil. Mirzə ilə proqramçının kəsişdiyi xanaya bir dənə x qoyuram. Mirzə və Azər əvvəlki ilin məzunlarıdır. Mirzə və Azər. Mirzə də əvvəlkidir. Burada bir dənə yazıram, əvvəlki yazıram. Azər də əvvəlki ilin məzunlarıdır. Jurnalist əvvəlki ilin məzunu deyil. Deməli, onda belə çıxır ki, jurnalistlə Mirzənin kəsişdiyi yerə x qoyuram. Jurnalistlə Azərin kəsişdiyi yerə x qoyuram. Çünki deyir ki, əvvəlki ilin məzunlarından olan jurnalist deyil. Həkim və memar cari ilin məzunlardır. Onda belə çıxır ki, yerdə qalıb Kənan, Əli və Məzahir, bunlar cari ilin məzunlardır. Həkim və memar cari ilin məzunlardır. Onda belə çıxır ki, Mirzə nə həkim ola bilər, nə də ki memar ola bilər. Mirzə nə ola bilər ancaq? Mirzə ancaq iqtisadçı ola bilir. Deməli, iqtisadçı Mirzə imiş. Onda Əli artıq iqtisadçı deyil. Və yenə deyirəm, həkim və memar cari ilin məzunlardır. Onda əvvəlki ilin başqa hansı məzun vardı? Azər var idi. Deməli, Azər həkim də ola bilmir, memar da ola bilmir və iqtisadçı artıq Mirzədir deyə iqtisadçı da ola bilmir. Azər nə ola bilir bəs? Azərə qalır bir dənə burada proqramçı. Azərin peşəsini soruşurlar bizdən, tapdıq ki, elə Azər proqramçıdır. 12 oldu A variantı. 13-cü suala baxırıq. 6 dost İlkin, Tahir, Elmir, Nigar, Əli, Azər dram dərnəyində faciə, komediya və melodram janrlarında olan tamaşalarda rollar alıblar. Dostlar rolları 2 nəfər olmaqla məşq edirlər. Tahir və Nigar eyni janrda rol almayıblar. Nigar komediya janrından rol alıb. Deməli, Nigarla komediyanın kəsişdiyi yerə bir işarə qoyuram. Deməli, Nigar nə faciədə, nə də ki melodramda yoxdur. Əli İlkinlə eyni janrda rol alıb. Əli İlkinlə Əliyə də bir dənə eyni rəngdə işarə qoyuram. İlkin də bir dənə eyni rəngdə işarə qoyuram ki, bunlar eyni rol alıblar. Və mən belə başa düşürəm ki, əgər Nigar hər rolda axı 2 nəfər məşq eləyir. Əgər komediyada Nigar varsa, deməli artıq İlkinlə Əli komediyada olmayacaq. 3 nəfər olmaz axı. 3-4 nəfər olmaz. Bir deməli janrda məşq eləyən. Sonra Elmir Tahir ilə eyni janrda rol almayıb. Elmirlə Tahir eyni janrda rol almayıb. Tahir melodram janrında rol almayıb. Deməli, Tahirlə melodramın kəsişdiyi yerə bir dənə x qoyuram. Aha. İndi qaydaq başa. Deyir ki, Tahir və Nigar eyni janrda rol almayıblar. Yaxşı. Nigar komediya janrında rol alıb. Qeyd elədik burada. Sonra Nigar komediya janrında rol alıbsa və Tahirlə Nigar eyni janrda rol almayıblarsa, onda deməli Tahir artıq komediyada da rol ala bilmir. Tahir harda rol ala bilər? Yəni nə qaldı Tahirə? Faciə. Sonra baxıram ki, burada nə İlkin, nə Tahir, nə Əli komediyada rol ala bilmirlər, almayıblar. Komediyada bir rol alan Nigardır, bir də ya Elmir qalır, ya Azər qalır. İndi yenə davam eləyək oxumağa. Əli İlkindən eyni janrda rol alıb. Əli ilə deməli İlkin eyni janrda rol alıbsa və faciədə artıq Tahir rol alıbsa, deməli İlkin nə faciədə rol ala bilər, nə də ki Əli faciədə rol ala bilər. Nə qalır İlkin ala biləcəyi? İlkin ala biləcəyi janr, yəni deməli melodram qalır, Əliyə də həmçinin melodram qalır. Çünki onlar ikisi eyni janrda rol alırdılar. Deməli Elmir artıq melodramda ala bilməz, məşq eləyə bilməz. Biz burada tapdıq ki, İlkin melodram, Əli də melodram. Sonra davam eləyək. Kim qaldı burada? Azər qaldı. Onda belə çıxır ki, Azər melodramda rol ala bilməz. Başqa Azər və Elmir qaldı. Elmir Tahir ilə eyni janrda rol almayıb. Elmirlə Tahir deməli eyni janrda rol almayıb. Onda belə çıxır ki, Elmir faciədə rol almayıb. Elmirə nə qalır? Komediya qalır. Deməli, Elmirlə Nigar eyni rolda çalışırmışlar, məşq edilmişdir. Aha, bir dənə qaldı Azər. İndi baxırıq ki, buradan komediyada da 2 nəfər var artıq. Bir dənə faciədə qalıb.
Faciədə kimdir? Tahirdir. Bir də kim qaldı faciədə? Azər. Azər ala bilər də. Bu qədər. Bizə nə soruşur? Verilmiş informasiyaya əsasən faciə janrında rol alanları müəyyən edin. Tahirlə Azərdir. 13 oldu A variantı. 14. Mağazada müxtəlif rəngli qırmızı, göy və yaşıl top olan Əsmər, Hikmət və Dəniz Ömərlə rastlaşdılar. Ömərin kimin topu nə rəngdədir sualına onlar belə cavab verdilər. Əsmər deyir ki, mənim topum qırmızıdır, yaşıl top Hikmətindir. Hikmət deyir, mənim topum göydür, yaşıl top isə Əsmərindir. Dəniz deyir, mənim topum yaşıldır, göy top isə Əsmərindir. Uşaqlar bir dəfə doğru, bir dəfə isə yalan dediyi məlumdursa, onların hər birinin topunun rəngini müəyyən eləyin. Aha. Əsmər deyir ki, mənim topum qırmızıdır. Bir dəfə doğru deyirsə, deməli Əsmərin topu qırmızıdır. Yaşıl top isə Hikmətindir. Artıq burada yalan deyirsə, deməli Hikmətin topu yaşıl deyil. Hikmətə yaşıl top gəlmir. Qırmızı top da Əsmərin olduğu üçün Hikmət, deməli, qırmızı top da Hikmətə gəlmir. Onda Hikmətin topu nə rəng olar? Göy rəng olar. Qırmızı top Əsmərindir. Sonra belə çıxır ki, göy top Hikmətindir. Hikmət özü deyir ki, mənim topum göydür, yaşıl top isə Əsmərindir. Yaşıl top artıq Əsmərin deyil, axı Əsmər birincini doğru demişdisə əgər, qırmızı top Əsmərindir. Onda dənizə hansı rəng top qalır? Dənizə qalır yaşıl rəng top. Deməli, Əsmərin topu qırmızı, Hikmətin topu göy, Dənizin topu isə yaşıldır. Qırmızı, göy, yaşıl, 14 B variantı. On 15-ci suala baxırıq. 5 dost Murad, Kamran, Elvin, Rauf və Samir qonşu olaraq 5 mərtəbəli binanın müxtəlif mərtəbələrində yaşayırlar. Məlumdur ki, Kamran Elvindən daha aşağıda yaşayır, Muraddan isə yuxarıda yaşayır. Deməli, Kamran Elvindən daha aşağıda yaşayır. Deməli, birinci Elvin gələr, sonra Kamran gələr. Muraddan yuxarıda yaşayır deyə Murad da Kamrandan aşağı düşər də, aşağıda olar. Nə Rauf, nə də ki Samir Muraddan yuxarı mərtəbədə yaşamırlar. Nə Rauf, nə də ki Samir. Deməli, Raufla Samir Muraddan sonra yaşayırlar. Və mənə deyir ki, Samir orta mərtəbədə yaşayır. Yəni, Samir ən axıra düşə bilməz. Deməli, Samir də Raufdan yuxarıda yaşayır. Rauf. Belə çıxır ki, birinci mərtəbədə yaşayır Elvin. İkinci mərtəbədə yaşayır Kamran. Üçüncü mərtəbədə Murad. Sonra dördüncü mərtəbədə Samir. Beşinci mərtəbədə də Rauf. Elvin 1, Kamran 2, Murad 3, Samir 4, Rauf 5. 15 oldu C variantı. 16-cı sual. Samirin ailəsində 6 nəfər var. Samir, ata, ana, əmi, dayı, bibi. Bibi əmidən böyükdür. Deməli, amma dayıdan kiçikdir. Bibi onda belə çıxır ki, birinci bibi gələcək, sonra əmi gələcək. Və dayı da bibidən böyükdür. Yazaq hələlik bura. Müqayisəsi belə olacaq bunların. Ata anadan böyükdür. Onda birinci ata gələcək, sonra ana gələcək. Bibi anadan böyük deyil. Bibi anadan böyük deyilsə, bibi anadan sonraya gəlməlidir. Elə deyil. Onda anadan sonra bibi gələr. Bibidən sonra da kim var idi? Əmi var idi. Əmi gələr balaca olduğu üçün. Ailədə ən böyük dayıdırsa, dayını aparıb ən başa qoyuruq. Və ən kiçik də Samirdir. Biz bunu böyükdən kiçiyə düzdük. Deməli, dayı böyükdür atadan, ata böyükdür anadan, ana böyükdür bibidən, əmi böyükdür, bibi böyükdür əmidən, əmi də böyükdür Samirdən. 16 oldu A variantı. 17-ci suala baxırıq. Fərd, Ləman, Rauf, Sevinç və Orxan kinoya baxmaq üçün kinoteatra getdilər. Onlar birlikdə daxil olur və hərəsi orada 1, 2, 4, 5 və 7 saat vaxt keçiriblər. Məlumdur ki, Ləman kinoteatrdan hamıdan tez çıxır. Deməli, Ləman onda 1 saat qalıb. Rauf Orxandan sonra kinoteatrdan ayrılıb. Rauf, deməli, Orxandan sonra. Deməli, Rauf daha çox qalıb Orxandan. Buradan bir dənə balaca yazaq. Rauf böyükdür Orxandan, yəni qaldığı saat. Sevinç hamıdan çox vaxt keçirir. Onda belə çıxır ki, Sevinç 7 saat qalıb. Fərd Ləmandan 3 saat çox kinoteatrda qalır. Ləman 1 saat qalmışdısa, Fərd də Ləmandan 3 saat çox qalıbsa, 1 üstəgəl 3 neçə yer 4. Deməli, Fərd 4 saat kinoteatrda qalıb. Aha. Belə çıxır ki, deməli, qalır bizdə hansı saatlar? 1 saatını tapmışıq ki, 1 saat qalan Ləmandır. 4 saat qalan deməli Fəriddir. Bir də hansı saat tapmışıq? 7 saat qalan da Sevincdir.
İndi bizə deyir ki, Raufun qaldığı saat Orxanın qaldığı saatdan çoxdur. Deməli, onda Rauf 5 saat qalıb, Orxan da 2 saat qalıb. Bu qədər. Bizdən nəyi soruşur? Rauf kinoteatrda nə qədər vaxt keçirir? Rauf hardadır? Rauf buradadır. Rauf kinoteatrda 5 saat vaxt keçirib. 17 B variantı. 18. Milliyyətcə türk və ərəb olan tələbələr ABCDY, riyaziyyat, informatika, fizika, tarix və hüquq fakültələrində təhsil alırlar. Məlumdur ki, B ya fizika, ya da hüquq fakültəsində təhsil alır. Onda B-nin fizika ilə kəsişdiyi yerə bir dənə nöqtə qoyuram. Bir də hüquqla kəsişdiyi yerə bir dənə nöqtə qoyuram. D informatika fakültəsində təhsil almır. D informatika fakültəsində təhsil almır. D ilə informatikanın kəsişdiyi deməli xanaya bir dənə X qoyuram. D və Y türk tələbələrdir. D də türkdür. Buraya yazıram türk. Y də türkdür. Deməli qalanlar ərəbdilər. Ərəb tələbələr riyaziyyat, fizika və tarix fakültəsində təhsil alırlar. Onda belə çıxır ki, bu D ilə Y riyaziyyatda deməli təhsil almırlar. Fizikada D deməli riyaziyyatda, fizikada, tarixdə təhsil almır. D nədə təhsil ala bilər, ancaq hüquqda təhsil ala bilər. Elə deyil. Sonra Y də həmçinin ərəblər riyaziyyat, fizika, tarixdə təhsil aldıqları üçün türk də riyaziyyatda təhsil ala bilmir, fizikada təhsil ala bilmir, bir də tarixdə təhsil ala bilmir. Çünki orada ərəblər təhsil alır. Hüququ da tapdıq ki, bir dənə D-yə qalmışdı hüquq. Onda deməli bu Y hüquqda təhsil ala bilmir. Y-yə nə qalır? Bir dənə informatika qalır. Onda belə çıxır ki, A, B, C informatikada təhsil ala bilmirlər və hüquqda da təhsil ala bilmirlər. Artıq hüququn da, informatikanın da Y-si tapıldı. Sonra mənə deyir ki, B ya fizikadan təhsil alır, ya da ki, hüquq fakültəsində. Artıq B hüquqda təhsil ala bilmir. B-yə nə qalır onda? Deməli, B fizika fakültəsində təhsil alırmış. B-ni də tapdıq ki, hüquq deməli fakültəsində təhsil alırmış. Bizdən soruşur ki, kim informatika fakültəsində təhsil alır? Tapmışıq da burada. Niyə uzadaq ki? Y informatika fakültəsində təhsil alır. 18 oldu D variantı. 19-cu suala baxırıq. Aygün, Sevinç, Samir, Hacı və Rəşad adlı 5 qrup yoldaşı İsmayıllı, Bakı, Tovuz, Goranboy və Quba şəhərlərindəndirlər. Onlar tətili harda keçirəcəklərini planlayırlar. Bizə sonra soruşur ki, onlar hansı şəhərdəndirlər, onların haralı olduğunu soruşur. Deyir ki, Aygün və Sevinç ilk dəfə Bakıda universitetə qəbul olduqları zaman olublar. Deməli, Aygünlə Sevinç Bakılı deyirlər. Aygünlə Bakının və Sevinçlə Bakının kəsişdiyi xanaya X qoyuram. Hacı və Rəşad isə Goranboy və Tovuza heç getməyiblər. Deməli, Hacı ilə Rəşadın Goranboy ilə kəsişdiyi xanalara X qoyuram. Çünki deməli, bunlar Goranboya və Tovuza heç getməyiblərsə, bunlar Goranboylu və Tovuzlu deyirlər. Samir və Sevinç bir neçə dəfə Qubada və Tovuzda olublar. Samir, Rəşad və Hacı İsmailliyə heç getmədiklərini deyirlər. Deməli, Samir, Hacı, Rəşad heç vaxt İsmaildə olmayıblarsa, deməli İsmailli deyirlər. Hacı həmçinin Qubanı heç görmədiyini bildirir. Deməli, Hacı həm də Qubanı da görməyib. Deməli, Hacı İsmailini, Tovuzu, Goranboyu, Qubanı bilmir, bir dənə Bakı qaldı. Deməli, Hacı haralıymış? Hacı Bakılıymış. Tapdıq ki, Hacı Bakılıdır. Onda Hacı, Samir artıq Bakılı deyil, Rəşad da artıq Bakılı deyil. Onda Rəşad haralı olar? Rəşad da İsmailli, Bakı, Tovuz, Goranboy hamısından X yazmışıq. Deməli, Rəşada bir dənə qaldı Quba. Rəşad da Qubalıdır. Onda belə çıxır ki, Aygün də Qubalı deyil, Sevinç də Qubalı deyil və Samir də Qubalı deyil. Sonra baxaq. Samir və Sevinç bir neçə dəfə Qubada və Tovuzda olublar. Bir neçə dəfə Qubada və Tovuzda olublar. O deməkdir ki, Samir ilə Sevinç bir neçə dəfə Tovuzda və Qubada olublar. Başqa nə deyirdi bizə? Samir və Sevinç bir neçə dəfə Qubada olublar. Onda belə çıxır ki, Samir ilə Sevinç bir neçə dəfə Qubada olublarsa, onlar Qubalı deyirlər. Qabaqlarına X qoymuşuq. Və Tovuzda da bir neçə dəfə olublar. Deməli, Tovuzlu da deyirlər. Nə Samir, nə də ki, Sevinç Tovuzlu deyirlər. Samirə nə qaldı? Samirə Goranboy qaldı. Deməli, Samir Goranboydan imiş. Onda belə çıxır ki, Goranboydan Aygün artıq Goranboylu ola bilmir, Sevinç də artıq Goranboylu ola bilmir. Sevinci hara qalır bir dənə? Sevinci İsmailli qalır. Deməli, Sevinç oldu İsmailli. Sevinci tapdıq. Bir dənə qaldı Aygün. Aygün də İsmailli deyil, bir dənə Aygün önə qalır, Tovuz qalır. Aygün də Tovuzdan imiş.
Tapdıq. Deməli, Aygün Tovuzludur, Sevinç İsmayıldandır, Samir Goranboydandır, Hacı Bakılıdır, Rəşad Qubalıdır. Oldu 19 D variantı. 20-ci suala baxırıq. 5 şagird Layla, Orxan, Samirə, Gülçin, Elman məktəbdə keçirilən informatika fənləri üzrə bilik yarışında 1, 2, 3, 4, 5-ci yerləri tutdular. Məlumdur ki, Orxan proqramlaşdırma üzrə yüksək səviyyədə biliyə malik olduğu üçün birincilik onun oldu. Deməli, Orxan birinci yerdə olub. Gülçin və Elman sonuncu deyil. Deməli, bu 5-ci yerə nə Elman gələ bilər, nə də ki, Gülçin gələ bilər. Nə də ki, Orxan gələ bilər. Dilə deyil, Orxan da çünki birinci yerdir. Üstlərinə belə xət çəkirəm, yəni bunlar olmaz. 5-ci yer onda kim qalır? Bir Layla qalır, Laylənin adı. Bir də Samirin adı qalır. Yəni bu ikisindən biri olacaq. 5-ci yerdə. Sonra deyir ki, Gülçin və Elman sonuncu deyir, bunu bilik. Layla Orxan qədər olmasa da, digər şagirdlərin içərisində ən yaxşı informatika bilinə sahib olduğunu nümayiş etdirdi. Onda belə çıxır ki, Layla ikinci yerə çıxıb. Onda belə çıxır ki, Layla artıq nə olar? 5-ci yerə olmaz. 5-ci yerə kim qaldı? 5-ci yerə Samir qaldı. Deməli, Samir 5-ci yerə çıxıb. Sonra Gülçinin nəticəsinə görə Elmanı üstələdi. Gülçinin nəticəsinə 3-cü, 4-cü yer qalıb. Əgər Gülçinin nəticəsinə görə Elmanı üstələyibsə, deməli, Gülçin Elmandan yuxarı olmalıdır. Gülçin onda 3-cü yerə çıxıb, Elman da onda 4-cü yerə çıxıb. Bizdən Elmanın neçənci yer tutduğunu soruşur. Elman 4-cü yeri tutub. 20 oldu Y variantı. 21. Dostlar Leyla, Murad, Rəşad, Aygün, Vüqar, it, pişik, tısbağa, kirpi, dovşan kimi heyvanları saxlayırlar. Heyvanlar 1, 2, 3, 4, 5 olmaqla müxtəlif yaşdadılar. Məlumdur ki, dostların hər biri bu heyvanlardan yalnız birini saxlayır. Heyvanların içində yaşı ən az olan Rəşadın heyvanıdır. Onda Rəşadın qabağına 1 yazıram. Çünki deməli Rəşadın saxladığı heyvan nədirsə, onun 1 yaşı var. Aygünün saxladığı kirpi 2 yaşındadır. Deməli, Aygün kirpi saxlayır. Deməli, Aygünlə kirpinin kəsişdiyi yerə bir dənə işarə qoyuram və kirpinin də qabağına 2 qoyuram. Sonra, deməli, onda Aygün, it, pişik, tısbağa bunların heç birini saxlamır. Murad itinə doğulan gündən bu yana 4 ildir ki, qulluq eləyir. Deməli, Murad it saxlayırmış. Deməli, artıq pişik, tısbağa, kirpi, dovşan saxlamır. Və eyni zamanda bunlara da x qoyaq. Və doğulandan 4 ildə qulluq eləyir. Deməli, bu itin neçə yaşı var? 4 yaşı var da. İtin qabağına yazırıq 4. Sonra nə deyir bizə? Rəşadın heyvanı pişik deyil. Deməli, Rəşadın heyvanı it deyil, kirpi deyil. Çünki iti saxlayır Murad, kirpini saxlayır Aygün. Pişik də deyil. Deyir ki, Rəşadın heyvanı pişik deyil. Pişiyin də qabağına Rəşadla pişiyin kəsişdiyi xanədə x yazırıq. Sonra Aygünün saxladığı kirpi 2 yaşındadır. Rəşadın dediyi ki, pişik deyil. Aygünün saxladığı kirpi 2 yaşındadır. Sonra yaşı ən çox olan heyvan Leylanındır. Deməli, Leylanın heyvanı neçə yaşında olacaq? 5 yaşında olacaq. Bura bir dənə 5 yazıram ki, yadımızda qalsın. Dovşanın 3 yaşı var. Dovşanın da qabağına bir dənə 3 yazıram ki, bilim. Nə qaldı? Nələr qaldı? Başdan oxuyuruq yenə. Heyvanların içində ən az yaşı olan heyvan Rəşadındır. Onda belə çıxır ki, dovşanın 3 yaşı varsa, deməli, Rəşad dovşan saxlamır. Ona dovşanla Rəşadın kəsişdiyi xanaya da bir dənə x qoyuram. Rəşad nə saxlayırmış? Tısbağa saxlayırmış və 1 yaşında. Onda belə çıxır ki, Leyla tısbağa saxlaya bilməz, Vüqar tısbağa saxlaya bilməz, çünki onların artıq yiyələri var. Qaldı Leyla ilə Vüqarın saxladığı heyvanlar. Yenə oxuyuruq. Deməli, yaşı ən çox olan heyvan Leylanın heyvanıdır. Biz bildik ki, tısbağanın 1 yaşı var, itin 4 yaşı var, kirpinin 2 yaşı var, dovşanın 3 yaşı var. Pişik kimə qalıb? Pişik neçə yaş qalıb? 5 yaş qalıb. 5 yaşındakı heyvanı kim saxlayırdı? Leyla. Deməli, Leyla pişik saxlayırdı. Artıq Vüqar pişik saxlaya bilməz. Vüqara hansı heyvan qaldı? Vüqar dovşan saxlayırmış. Vüqar 3 yaşında deməli dovşan sahibidir. 21-ci sualın cavabı oldu C variantı. Dovşan 3 yaşında. 22-ci suala baxırıq. Evdən çıxarkən 4 qardaşdan Fuad, Musa, Səlim, Nail hər biri təsadüfən öz telefon və saatını deyil, bir qardaşının telefonunu və digər bir qardaşının isə saatını götürdü. Hər qardaşın bir telefonu və bir saatı var. Deyir ki, eyni bir qardaşın telefonunu Fuad, saatını isə Musa götürüb. Fuadın saatını götürən qardaş Musanın telefonunu götürdü. Səlim isə Nailin telefonunu götürdü. Deməli, Nailin telefonunu kim götürüb? Nailin telefonunu Səlim götürüb.
Birincidə bizə deyirdi ki, eyni bir qardaşın telefonunu Fuad götürüb, saatını Musa götürüb. Deməli, artıq Fuad gedib Nailin telefonunu götürə bilməz də, çünki Nailin telefonunu Səlim götürüb, axı burada yazdıq ki. Onda belə Fuad öz telefonunu da götürən deyil, Səlim də telefonunu götürən deyil. Geriyə qalır Musa. Deməli, Musanın telefonunu götürüb Fuad, birinci şərtə əsasən. Saatını isə götürüb Musa. Bu belə. Sonra Fuadın saatını götürən qardaş Musanın telefonunu götürdü. Fuadın saatını götürən qardaş Musanın telefonunu götürdü. 22-ci suala baxırıq. Evdən çıxarkən 4 qardaşdan Fuad, Musa, Səlim, Nail hər bir təsadüfən öz telefon və saatını deyil, bir qardaşının telefonunu, digər bir qardaşının isə saatını götürdü. Hər qardaşının bir telefonu və bir saatı var. Eyni bir qardaşının telefonunu Fuad, saatını isə Musa götürdü. Fuadın saatını götürən qardaş Musanın telefonunu götürdü, Səlim isə Nailin telefonunu götürdü. Deməli, Nailin telefonunu götürüb kim? Səlim. Nailin telefonunu Səlim götürüb. Bunların hərəsinin bir telefon, bir saatı var deyə belə yazmışam. Deyir ki, eyni bir qardaşın telefonunu Fuad, saatını isə Musa götürüb. Deməli, yəni Fuadla öz telefonunu, saatını götürüb. Də ki, Səlim, deməli, Musanınkini götürəsi də elə deyil. Deməli, onda nə qalır? Deməli, burada Səlim qalır da. Deməli, onda Fuad Səlimin telefonunu götürüb. Çünki artıq deməli Fuadla Musa ya Səlimin ya da ki Nailin telefonunu və saatını götürüb də. Nailin telefonunu Səlim götürdüyü üçün Fuad öz telefonunu və ya Musanın telefonunu götürmədiyi üçün bir nə qalır? Səlim. Deməli, Səlimin telefonunu kim götürüb? Səlimin telefonunu deməli Fuad götürüb və saatını isə Musa götürüb. Sonra Fuadın saatını götürən qardaş Musanın telefonunu götürüb. Deməli, Musanın telefonunu Fuad götürməyib. Özü götürməyib. Sonra Səlim Nailinkini götürüb. Onda kim qalır Musaya? Deməli, Musanın telefonunu kim götürüb? Musanın telefonunu Nail götürüb. Bir də Nail qalır da, elə deyil. Sonra Musanın telefonunu götürən qardaş Fuadın saatını götürüb. Fuadın da deməli saatını kim götürüb? Nail götürüb. Sonra nə qaldı? Deməli, Nail bir saat bir telefon götürdü. Naillə işimiz qutardı. Sonra Fuad telefon götürüb bir dənə, Musa bir dənə saat götürüb, Səlim də bir dənə telefon götürüb. Qaldı nə? Qaldı Fuadın telefonunu kim götürüb? Fuadın telefonunu kim götürüb? Deməli, Fuadın telefonunu götürən bir dənə kim qalır? Musa qalır da. Deməli, Musa Fuadın telefonunu götürüb. Çünki Musa Səlimin saatını götürüb. Artıq deməli Nailin telefonunu da götürən bəllidir. Bir dənə qalır Fuadın telefonu. Sonra bir dənə qaldı Musanın saatını kim götürüb və Nailin saatını kim götürüb. Baxaq, bizə başqa nə deyir? Eyni bir qardaşın telefonunu Fuad, saatını isə Musa götürdü. Musanın da telefonu və saatı hazırdır. Bildik ki, Fuadın telefonunu götürüb. Sonra Səlimin saatını götürüb. Nə qaldı bizdə bir dənə? Fuadın saatını götürən qardaş Musanın telefonunu götürüb. O, deməli, Fuadın saatı ilə Musanın telefonunu Nail götürüb. Səlim isə Nailin telefonunu götürüb. Səlim Nailin telefonunu götürübsə, artıq kimin saatı qalıb? Musanın saatı qaldı. Deməli, Səlim Musanın saatını götürüb. Kim qaldı? Bir dənə Fuad qaldı. Fuad da deməli Səlimin telefonunu götürüb, Nailin də saatını götürüb. Bizdən soruşur ki, Nail kimin telefonunu və saatını götürdü? Nail Fuadın saatını, Musanın telefonunu götürüb. Deməli, Fuadın saatını, Musanın telefonunu, Musanın telefonu, Fuadın saatı 22 oldu B variantı. 3-cü suala baxırıq. Əminə, Fərdə, Əizə, Türkan və Səmanın peşələri modelyer, memar, yazıcı, kimyaçı və geoloqdur. Onlardan peşəsi memar olan digərlərini ad gününə çağırdı. Deməli, memarın ad günüdür. Digərlərini də qonaq çağırıb. Əminə ad gününə hamıdan əvvəl gəldi. Deməli, Əminə əgər ad gününə hamıdan əvvəl gəlibsə, deməli, Əminənin ad günü deyildir, elə deyil. Ona belə çıxır ki, Əminə memar deyil. Əzizə yazıcı, Səma isə memar deyil. Deməli, Səma da memar deyil. Və Əzizə də yazıcı deyil. Əzizə ilə yazıcının da kəsişdiyi yerə bir dənə X qoyuram. Əminə kimyaçıdır. Deməli, Əminə kimyaçıdırsa, artıq Əminə bunların heç biri ola bilmir və digərləri də kimyaçı ola bilmirlər. Qonaqlardan Türkan modelyerin gəlmədiyini görüb ona zəng vurdu. Yaxşı. Əzizə ad gününə modellerdən əvvəl gəldi.
Bax, qaydaq bir də başdan oxuyaq. Əminə ad gününə hamıdan əvvəl gəlib. Ən birinci Əminə gəlib. Deməli, Əminə oldu kimyaçı. Sonra Əzizə yazıcı deyil. Əzizə yazıcı deyil. Qabağına x qoyduq. Əminə kimyaçı da deyil. Onda qabağına x qoyduq. Başqa nə deyir? Əzizə ad gününə modellərdən əvvəl gəldi. Əzizənin peşəsi nədir? Başqa nə fikirləşə bilərik buradan? Qonaqlardan Türkan modelyerin gəlmədiyini görüb ona zəng vurdu. Deməli, Türkan modelyer deyil. Türkan başqa nə deyil? Türkan modelyer deyil və kimyaçı deyil. Hələ ki biz birinə kimi təyin eləyə bilmişik buradan? Kimyaçını təyin eləyə bilmişik. Başqa da heç kəsin. Və biz bilirik ki, ad günü memarındır. Onda belə çıxır ki, qonaqlardan Türkan modelyerin gəlmədiyini görüb ona zəng vurdu. Əgər Türkan qonaqlardan biridirsə, deməli memar da deyil. Axı memarın ad günüdür. Yaxşı. Sonra başqa. Qonaqlardan Türkan modelyerin gəlmədiyini görüb ona zəng vurdu. Deməli, onda belə çıxır ki, Əzizə də ad gündən modellerdən əvvəl gəlibsə, deməli, Əzizə modelyer deyil. Onda burada bir dənə x qoyuruq. Və Əzizə əgər gəlirsə, deməli, Əzizənin ad günü deyil. Onda Əzizə memar da deyil. Əzizəyə nə qalır? Deməli, Əzizənin peşəsi geoloquymuş. Elə bizdən Əzizəni soruşur. Əzizə geoloqdur. 23 oldu Y variantı. 24-cü suala baxırıq. Qırmızı, yaşıl, sarı, göy və çəhrayı rəngli kartların hərəsi 1, 2, 3, 4, 5 rəqəmlərindən yalnız biri ilə nömrələnib. Kartların nömrəsi təkrarlanmır. Məlumdur ki, sarı kartın nömrəsi ən kiçik deyil və qırmızı kartdan böyükdür. Deməli, sarı kartın nömrəsi böyük olacaq qırmızı kartdakindən. Qeyd eləyək. Çəhrayı kartın nömrəsi isə sarı kartın nömrəsindən böyükdür. Deməli, çəhrayı da sarıdan böyük olacaq. Onda bunu buraya yazaq. Yaşıl kartın nömrəsi mürəkkəbdədir. 1, 2, 3, 4, 5-dən hansı mürəkkəbdir? 4 mürəkkəbdir. Elə deyil. Onda deməli 4-cü yerdə durub yaşıl. Göy kartın nömrəsi cüsədədir və nömrələrin ən böyüyü deyil. Burada cüsədədir 1, 2-dir, 1, 4-dür. 4 bildik ki, yaşıldır. Deməli, göy karta nə qaldı? Göy karta qaldı ki, 2. Bu da oldu göy kartın nömrəsi. Və bayaq biz dedik ki, burada qeyd eləmişik. Çəhrayı sarıdan böyük olmalıdır, sarı da qırmızıdan böyük olmalıdır. Onda belə çıxır ki, çəhrayı kartın nömrəsi sarı kartın nömrəsindən böyükdür və sarı kartın nömrəsi ən kiçik deyil və qırmızı kartın nömrəsindən böyükdür. Sarı kartın nömrəsi ən kiçik deyilsə, deməli sarı birinci yerə gəlmir və qırmızı kartın nömrəsindən böyükdür. Onda belə çıxır ki, bizə deyir ki, sarı kartın nömrəsi ən kiçik deyil. Onda belə çıxır ki, birinci yerə sarı kart gəlməz və qırmızı kartın nömrəsindən böyükdür. Onda gərək belə çıxır ki, burada olar sarı kart, burada olar qırmızı kart. Çünki bizə deyir ki, çəhrayı kartın nömrəsi sarı kartın nömrəsindən böyükdür. Onda gərək mən çəhrayını 5-ci yerə yazım ki, sarının da, qırmızının da nömrəsindən böyük olsun. Deməli, çəhrayı kart hansı rəqəmlə nömrələnib? 5 rəqəmlə nömrələnib. 24 oldu A variantı. 5-ci suala baxırıq. Maqsud, Leyla, Orxan, Paşa, Nigar, Rıza, Sona, Tahir, Zaur adlı dostların hər biri Apokalipsis, Titanik və Avatar filmlərindən yalnız birinə baxıb. Məlumdur ki, Paşa, Orxan, Rıza Titanik filminə baxmayıblar. Deməli, Paşa hardadır? Paşa, Orxan, deməli, Paşa ilə Titanikin kəsişməsini x qoyuram, Orxanla Titanikin kəsişməsini x qoyuram və Rıza ilə da Titanikin kəsişməsini x qoyuram. Baxmayıblar. Tahir, Sona, Zaur Avatar filminə baxmayıblar. Deməli, Tahir Avatara baxmayıb, Zaur Avatara baxmayıb, Sona Avatara baxmayıb. Apokalipsis filminə yalnız Paşa və Rıza baxıblar. Apokalipsisə bir Paşa baxıb, bir də kim baxıb deyir? Rıza baxıb. Onda deməli, Rıza artıq Avatara baxmayıb, Paşa da Avatara baxmayıb. Çünki hərəsi ancaq bir filmə baxıblar deyir şərtin əvvəlində. Titanik filminə baxanların sayı Avatar filminə baxanların sayından bir nəfər azdır. Avatar filminə kimlər baxıb? Axırda bizdən onu soruşur. Avatar filminə deməli, baxaq. Kimlər baxmış ola bilər? Deyir ki, Paşa, Orxan, Rıza Titanik filminə baxmayıblar. Paşa, Orxan, Rıza Titanik filminə baxmayıblar. İndi baxıram ki, burada nəyə fikir veririk? Nə qalır onda? Avatara kimlər baxmış ola bilər? Maqsud, Leyla və kim qalır Avatara? Maqsud, Leyla,
Orxan və Nigar. Orxan və Nigar. Sonra nəyə fikir verə bilərik? Avatar filminə kimlər baxıb? Leyla nələrə baxmışdı? Leylanın adını harda çəkir bizim üçün? Hər biri yalnız bir filmə baxıblar. Titanic filminə baxanların sayı Avatar filminə baxanların sayından bir nəfər azdır. Onda belə çıxır ki, kimlər qalıb burada? Maqsud, Leyla, Orxan, bir də Nigar. Bunlar baxıblar da Avatara. Ancaq onlar qalırlar. Onda belə çıxır ki, Maqsud Avatara baxıbsa Titanic'a baxmır. Leyla da Titanic'a baxmayıb, Nigar da Titanic'a baxmayıb. Sonra çünki hərəsi bir filmə baxa bilir də, ancaq elə deyil. Aha. Deməli, kimlər baxır Avatara? Maqsud, Leyla, Nigar və Orxan. 25 oldu B variantı. 26-cı suala baxırıq. Məryəm, Şəbnəm, Orxan və Kənan riyaziyyat üzrə keçirilən olimpiyadada ilk 4 yer tutdular. Hər sətirdə bir mülahizənin doğru olduğu məlumdursa, yerlər necə bölünmüşdür? Aha, yalnız bir doğru var hər sətirdə. Baxaq. Kənan birinci, Məryəm üçüncüdür. İndi burada hər bir halı dəyərləndirək. İkincidə deyir ki, Kənan birinci, Şəbnəm ikincidir. Orxan ikinci, Məryəm dördüncüdür. Baxaq. Əgər Kənan ikincidirsə, burada deyilən kimi hər iki halı dəyərləndirək. Kənan ikincidirsə, Məryəm də deyir üçüncüdürsə, Məryəm. Sonra Kənan birincidirsə, Şəbnəm ikincidir. Artıq burada uyğun gəlmir. Çünki Kənan həm birinci, həm ikinci ola bilməz ki. Onda belə eləyək. Deyək ki, Kənan ikincidir, səhv mülahizə olsun. Bayaq birinci düz kimi götürdük. Məryəm üçüncüdür, düz mülahizə olsun. Deməli, Məryəm üçüncüdür. Üçüncüyə yerə yazırıq Məryəm. İndi üçüncü yer oldu Məryəm. İkinci mülahizəyə baxaq. Deyir, Kənan birincidir. İndi Kənanı birinci kimi götürək. Yenə burada. Kənan birincidir. Yazaq Kənan. Kənan birinci olsun. Şəbnəm ikincidir. Şəbnəmi ikinci yerə qoysaq əgər, görək o biri mülahizələrə doğru gələcək. Orxan ikincidir, Məryəm dördüncüdür. Məryəm üçüncüdür artıq. Məryəmi bildik. Onda mən əgər gətirib ki, Şəbnəmi ikinci yerə qoysam, mülahizələrin davamı doğru alınmır. Yəni yerləşmir orada olduğu kimi. Onda belə çıxır ki, Kənan birincidir, düzdür. Amma Şəbnəmin ikinci olduğu mülahizə düz deyil. Orxan ikincidir. Aha, onda Orxanın yerinə 2 yazıram. 2-nin yerinə Orxan yazıram. Məryəmə də dördüncü, Orxan ikincidir. Məryəm dördüncüdür. Tapmışıq ki, Məryəm artıq üçüncü yerdir. Onda Şəbnəmə nə yer qalır? 4 qalır. Kənan birinci, Orxan ikinci, Məryəm 3, Şəbnəm 4. Hansı variant? Birinci Y variantı. 26 oldu Y variantı. 27-ci suala baxırıq. Bazarda A, B, C, D, Y, F, G adlı piştaxtalar qarşılıq şəkildə 1-dən 7-yə kimi nömrələnmiş, artan sırayla düzülmüşdür. Bunların bəzilərində meyvə, bəzilərində tərəvə satılır. Məlumdur ki, eyni növ mal satan 3 və daha çox piştaxta yan-yana gəlmir. İkinci və üçüncü piştaxtalarda meyvə satılır. Deməli, burada bir dənə meyvə yazıram üstündən, yadınızdan çıxmasın deyə. Burada bir dənə meyvə yazıram üstündən. B və D piştaxtalarına tərəvəz satılır. Deməli, nə 2-yə, nə 3-ə B ilə D olmaz. Çünki B ilə D-də əgər tərəvəz satılırsa, 2-dən 3-dən meyvə satıldığı məlumdursa olmaz. Ona görə yazıb üstündən xətt çəkirəm. Y piştaxtası 4-cüdür. Bura Y-dir. F piştaxtasından dərhal əvvəl C gəlib. Deməli, dərhal əvvəl C gəlib. Deməli, birinci C piştaxtası gəlib, sonra F piştaxtası gəlib. Daha sonra isə B piştaxtası gəlib. Deməli, bu C, F ilə B-nin arasında olmalıdır. Ona belə çıxır ki, ya 1, 2, 3 olar, 1C, 2F, 3B olar, ya da ki 5, 6, 7 olar, 5C, 6F, 7B olar. Eləmi? Elə çıxır, elə görsənir. Aha, baxaq. Görək hansı olacaq. A piştaxtası G piştaxtasından əvvəldə yerləşir. A-da harda dayanacaqsa, G-dən əvvəldə olmalıdır. 7-ci piştaxtada tərəvəz satılır. Deməli, burada tərəvəz satılır. Baxaq, indi təzədən bir də gedək əvvələ. Bizə deyir ki, B və D adlı piştaxtalarda B və D-də tərəvəz satılır. Onda belə çıxır ki,
tərəvə satılırsa B və D-də və 3 və daha çox piştaxtada eyni növ mal satan 3 və daha artıq piştaxtada yan yana gəlmir. Yaxşı. B və D piştaxtalarının tərəvə satılırsa dedik ki, 2 ilə 3-ə BD gələ bilməz. Bizə də burada bir dənə yazmışıq CFB yan yana gəlməlidir. Bir-birinin ardınca gəlməlidir. İndi mən əgər burada misal üçün 2-yə B qoya bilmirəmsə və ya 3-ə B qoya bilmirəmsə, B-ni ancaq hara qoya bilirəm? 7-yə qoya bilirəm. Elə deyil. Bura B gəlir. Bura B gəlirsə özündən əvvəl F gəlməlidir. Burada bayaq təyin etdiyimizə görə. F-dən də əvvəl C gəlməlidir. Aha. Nə qaldı? Deməli, bura BD gəlmir, YC gəlmir, sonra F də gəlmir. Hansı hərf qaldı bura? A hərfi qaldı da, elə deyil. 3-cü piştaxta. 3-cü piştaxta yox, A hərfi qalmadı. Hansı hərflər qaldı? G hərfi qaldı. Bir də A hərfi qaldı. Bir də F hərfi, F yox, hansı hərf qalıb? A qalıb, G qalıb. Və mənə deyir ki, A G-dən əvvəl gəlməlidir. Məsələn, mən bura tutaq ki, deyirəm. Mən A-nı bura qoysam, axı A-dan sonraya G yerləşdirə bilmirəm. Deməli, A ya bura gəlməlidir, ya da bura gəlməlidir. Başqa A piştaxtasından bağlı mənə başqa bir şey deyirmi? Başqa bir şey baxıram ki, demir. Bəs G taxtasından bağlı A piştaxtası B piştaxtasından əvvəl gəlir. Bir də qalıb D piştaxtası. D piştaxtasının tərəvə satılır. D piştaxtasının tərəvə satılırsa, deməli D dedik ki, nə bura gələ bilmir. D-nin bir dənə yeri bura qalıb, bura A qalıb, burada G qalıb. Bir balaca diqqətli olmaq lazımdır. Deməli, birinci piştaxta oldu D, 2A, 3G, 4Y, 5C, 6F, 7B. Bu hansı varianta uyğun gəlir? C variantına 27 oldu, C variantı. 28-ci suala baxırıq. Aliyə, Ayla, Daniel, Mehriban, Səhvər dostlarına ad günündə hədiyyə almaq üçün ticarət mərkəzinə getdilər. Onlar ticarət mərkəzinə birlikdə daxil olurlar və hərəsi orada 1, 3, 5, 7, 8 saat vaxt keçiriblər. Məlumdur ki, Ayla ticarət mərkəzindən sonuncu çıxmır. Deməli, orada 8 saat vaxt keçirən Ayla deyil. Aylanın 8-in kəsişməsinə bir x qoyuram. Hamıdan geç ticarət mərkəzindən Aliyə çıxır. Deməli, 8 saat orada vaxt keçirən Aliyədir. Onda belə yazırıq. Artıq Aliyəyə heç nə qalmadı. Sonra Səfər ticarət mərkəzində Ayladan 2 saat sonra çıxır. Deməli, Mehriban ticarət mərkəzindən Danieldən dərhal sonra çıxır. Ayladan isə əvvəl çıxır. Deməli, kim çıxıb? Birinci Ayla çıxıb. Yox, deyir ki, Mehriban ticarət mərkəzindən Danieldən dərhal sonra çıxıb. Deməli, birinci Daniel çıxıb. Ondan sonra Mehriban çıxıb. Mehribandan da sonra Ayla çıxıb. Sıralama bu cür olmalıdır. Səfər ticarət mərkəzində Ayladan 2 saat sonra çıxır. İndi əgər bu sıralama birinci Daniel, sonra Mehriban, sonra Ayladırsa və Səfər də ticarət mərkəzindən Ayladan 2 saat sonra çıxıbsa, onda belə çıxır ki, Daniel 1 saata çıxar, Mehriban 3 saata çıxar, Mehriban 3 saata çıxıb, sonra Ayla çıxıb 5 saata, Ayla 5 saata çıxıb və Səfər də Ayladan 2 saat sonra çıxıb deyə 7 saata çıxıb. Səfər də 7 saat. Səfər ticarət mərkəzində neçə saat vaxt keçirir? 28 oldu, Y variantı. 7 saat vaxt keçirib. 29-cu suala baxırıq. Gülər, Sevinç, Fatimə ailədə müxtəlif karate, judo, aikido, kung fu və hərəsi yalnız bir idman növü ilə məşğul olur. Eyni zamanda onların hər biri Çin, Yapon, deməli, Monqol, Tatar dillərindən yalnız birini bilir. Məlumdur ki, aikido idmanı ilə məşğul olan qız Tatar dilini bilir. Onda aikido'nun üstünə mən bir dənə Tatar yazıram. Bilək ki, aikido ilə məşğul olan qızla Tatar dili bilən qız eyni adamdır. Gülər və Sevinç kung fu və karatedə döyüşə bilmirlər. Deməli, Gülərin də qabağına kung fu və karatedə x qoyuram. Kung fu ilə karatenin kəsişdiyi yerə Gülərlə və Sevinclə kung funun kəsişdiyi yerə x qoyuram. Və eyni zamanda Çin dilini də bilmirlər. Eyni zamanda burada yazıram Çin dilini. Çin yazıb üstünə xətt çəkirəm, Çin yazıb üstünə xətt çəkirəm. Yəni Çin dilini bilmirlər. Sonra Fatimə Monqol dilini bilir, lakin kung fuda döyüşə bilmir. Deməli, Fatimə kung fuda döyüşə bilmir və Fatimə Monqol dilini bilir. Fatimə, deməli, bir dənə Fatimənin üstünə Monqol yazıram. Yəni, bu Monqol dilini bilir. Baxıram ki, kung fuda, Gülər kung fuda məşğul olmur.
Sevinç məşğul olmur, Fatimə məşğul olmur. Kung fuya bir dənə kim qaldı? Ailədə qaldı da. Bir dənə ailə ilə kung funun kəsişdiyi boş yer qalır. Deməli, ailədə kung fu ilə məşğul olurmuş. Sonra Sevinç deyir ki, judoda döyüşə bilmir. Sevinç judoda da döyüşə bilmir. Bir dənə də X qoyuram bura. Sevincə nə qaldı? Sevinç ancaq Aikidoda döyüşə bilir deməli. Çünki Aikidodan Sevincin kəsişdiyi xana bir dənə ora boş qalıb. Onda belə çıxır ki, Aikidoda Gülər də döyüşmür, Fatimə də döyüşmür. Ailədən tapmış onsuz da ailədə artıq karate, judo, aikido heç birində döyüşmür. Sonra Gülərə nə qaldı? Gülərə judo qaldı. Deməli, Gülər judo ilə məşğul olurmuş. Sonra bir də qaldı kim? Qaldı Fatimə. Qalıb Fatimə. Fatimə də judo ilə məşğul olmur, karate ilə məşğul olur. Fatiməni də tapdıq. Sonra bizə başqa nələr vermişdi? Bizdən ailəni soruşur. Deyir ki, aikido idmanı ilə məşğul olan qız tatar dilini bilir. Fatimə Monqol dilini bilir və karate ilə məşğul olur. Bura bir dənə Monqol yazıram. Sonra başqa nə deyir bizə? Gülər və Sevinç kung fu və karate döyüşə bilmirlər və eyni zamanda Çin dilini də bilmirlər. Deməli, Gülər də Çin dilini bilmir, Sevinç də Çin dilini bilmir. Onda Çin dili kimə qalır? Deməli, Gülər Çin dilini bilmir. Gülər nə ilə məşğul oldu? Gülər deməli judo ilə məşğul oldu, Çin dilini bilmir. Yəni Çin yazmırıq üstünə. Onda Çin dili kimə qalır? Kung fu ilə məşğul olana qalır. Deməli, Monqol, Tatar, Çin, hansı dil qalıb bir dənə? Yapon dili. Deməli, judo ilə məşğul olanda Yapon dilini bilirmiş. Yəni kim? Gülər. Deməli, bizim ailədən soruşur. Ailədə deməli, kung fu ilə məşğul olur və Çin dilini bilir. Kung fu Çin 29 oldu A variantı. 30-cu suala baxırıq. Kafedəki menyu hərəsindən kiçik, orta, böyük ölçülü olmaqla 3 dönər, 3 firi kartofu, 3 ayran var. Məlumdur ki, Səma həmişə kiçik ölçülü dönər ilə yalnız orta ölçülü firi kartofu, orta ölçülü dönər ilə yalnız orta və ya böyük ölçülü firi kartofu, böyük ölçülü dönər ilə isə hər 3 ölçüdə ayran götürür. Deməli, nəyə? Gəlin birinci burada dönərlə firi kartofun uyğunluğunu yazaq. Yəni dönər hansı ölçüdə dönər götürəndə, hansı ölçüdə deməli firi kartofu götürür. Deməli, kiçik dönər götürəndə, bura 2-dır yazıram, bu kiçik dönər deməkdir. Kiçik dönər götürəndə ancaq orta firi götürür. Orta firi. Sonra orta dönər götürəndə, orta dönər, qısaca O-dur yazıram. Deyir ki, orta dönər götürəndə yalnız orta və ya böyük ölçülü firi götürür. Deməli, onda belə yazaq da, orta və ya böyük firi götürür. Sonra böyük dönər götürəndə isə, indi aşağıdakı şərti oxuyaq. Aşağıdakı şərtdə deyir ki, kiçik firi kartofu ilə yalnız kiçik ölçülü ayran, orta ölçülü firi kartofu ilə yalnız kiçik və ya orta ölçülü ayran, böyük ölçülü firi kartofu isə hər 3 ölçüdə ayran götürür. Belə çıxır ki, onda bu böyük ölçülü dönərlə hər 3 formada firi götürür. Yəni həm kiçik firi götürür, həm orta firi götürür, həm də böyük firi götürür. Böyük dönərlə bunların hər üçündən birini götürür. Bu oldu bizim dönərlə firlərimizin kombinasiyası. Sonra baxaq görək firi kartofla bəs hansı ayranları götürür. Deməli, kiçik firi götürəndə, bura bir dənə KF yazıram, yəni kiçik firi. Kiçik firi götürəndə, deyir ki, kiçik firi ilə yalnız kiçik ölçülü ayran götürür. Onda kiçik ayran. Sonra orta ölçülü firi ilə kiçik ayran götürür və yaxud da ki, orta ayran götürür. Kiçik və ya orta. Sonra nədir? Deyir, böyük ölçülü firi kartofu ilə hər 3 ölçüdə ayran götürür. Deməli, böyük firi ilə də həm kiçik, həm orta, həm də ki, böyük ayran götürür. Bunlar ayran ölçüləri idi. İndi bu kombinasiyaları birləşdirəcəyik. Görək hansı variantdakı kombinasiya alınır. Baxaq. İndi gedək. Deməli, kiçik dönərlə nə götürür? Kiçik dönərlə orta firi kartofu götürür. Bir də kiçik ayran götürür. Deməli, belə bir kombinasiya var. Yəni, kiçik dönər, sonra kiçik dönərin orta firi götürür ancaq. Orta firi, bir də nə götürür? Kiçik ayran götürür. Belə bir kombinasiya var.
Baxaq variantlara. Kiçik dönər, kiçik ölçülü dönərlə kiçik ayran götürür. Deməli, D variantı getdi. Sonra bunu buradan istəyirəm ki, yer çox getməsin. Sonra kiçik, deməli, ölçülü dönərlə orta firi götürür. Orta firi ilə də həm orta ayran götürür, həm də böyük ayran götürür. Deməli, kiçik dönərlə ancaq orta firi götürür. Orta firi ilə də həm orta ayran, həm kiçik ayran, həm də ki, böyük ayran götürür. Deməli, onda belə çıxır ki, kiçik ölçülü dönərlə bu qədər. İndi bir dənə bir şeyə fikir verək. Kiçik ölçülü dönərlə ancaq orta ölçüdə firi götürə bilir. Orta ölçüdə firi götürə bilir. Ancaq ki, böyük ayran götürə bilir, orta ölçülü yox, götürə bilmir axı. Burada ki, orta ölçülü ayran yazmışıq, burada kiçik ölçülü ayran yazmışıq. Burada böyük ölçülü ayran yoxdur. Deməli, bir dənə diqqət eləyək. Dedik ki, kiçik dönərlə orta ölçülü firi götürə bilir. Orta ölçülü firi ilə də kiçik ayran götürə bilir. Bir də ki, orta ölçülü ayran götürə bilir. Bu, deməli, Səma kiçik dönərlə orta firi götürür. Kiçik ayran götürür və yaxud da ki, orta firi ilə orta ayran götürür. Amma böyük ayran götürə bilmir. B variantına baxın. Deyir ki, kiçik ölçülü dönəri ilə böyük ölçülü ayran yox. Kiçik ölçülü dönər götürəndə ancaq ya kiçik ya da ki, orta ayran götürə bilir. Deməli, cavabı oldu B variantı. 31-ci suala baxırıq. 5 qardaş 15, 18, 13, 19, 14 yaşlarındadır. Hüseyn yaşca Cavaddan böyükdür, Əlidən kiçikdir. Deməli, Hüseyn yaşca Cavaddan böyükdür, Əlidən kiçikdir. Deməli, onda Əli gəlir, Hüseyn gəlir, sonra da Cavad gəlir. Süleyman qardaşların içərisində ən böyükdür. Deməli, ən əvvələ Süleyman gələcək. Ən böyük Süleymansa, Süleymanın neçə yaşı var? Belə çıxır ki, Süleymanın 19 yaşı var. Süleyman oldu 19 yaşında. Aha. Sonra Əli yaşca Elvindən kiçikdir. Əli yaşca Elvindən kiçikdir. Baxıram. Əli yaşca Elvindən kiçikdirsə, deməli, Əlidən əvvəl kim gəlib? Elvin gəlib də. Əli, Hüseyin və Cavadın deməli, sıralaması belədir. Böyükdən kiçiyə doğru gedəndə. Çünki birincidə bizə deyirdi ki, Hüseyin yaşca Cavaddan böyük, Əlidən kiçikdir. Elvin də Əlidən böyükdür. Ən böyük də Süleymandır. Onda birinci Süleymandır. Süleymanın 19 yaşı var. Sonra Elvindir. Onda belə çıxır ki, Elvinin 18 yaşı var. Sonra Əlidir. Belə çıxır ki, Əlinin 15 yaşı var. Sonra Hüseyindir. Onda Hüseynin deməli 14 yaşı var. Və ən axıra Cavad qalır. Evindən kiçiyi, onun da 13 yaşı var. Deməli, bizdən soruşur ki, bu məlumatlara əsasən 15 yaşında olan qardaşın kim olduğunu tapın. 15 yaşında olan qardaş kimdir? Əlidir. Deməli, 31 oldu D variantı. 32-ci suala baxırıq. 6 maniyədən ibarət qaçış yarışında Fatih, Hüseyin, Elmir, Səməd, Elməddin, Ömər adlı iştirakçılar yarışdılar. Hər maniyənin yalnız bir iştirakçı keçə bilmədi və yarışı tərk etdi. İştirakçıların göstərdiyi nəticələr haqqında məlumdur ki, Elməddin yarışı Hüseyndən tez tərk edib. Deməli, Elməddin Hüseyndən əvvəl çıxıb. Birinci Elməddin çıxıb, sonra Hüseyin çıxıb. Elmir Səməddən az, Ömərdən çox maniyə keçdi. Deməli, Elmir Səməddən az. Deməli, Səməd indi biz burada birinci çıxan dedik də, Elməddin yarışı Hüseynin tez tərk etdi deyir. Deməli, biz burada tez çıxana, bu daha tez çıxdı. Tez. Elmir Səməddən az, Ömərdən çox maniyə keçdi. Deməli, Elmir əgər Səməddən az maniyə keçsə, deməli, birinci Elmir çıxıb. Elmir Səməddən tez çıxıb. Elmir, sonra Səməd çıxıb. Yarışdan. Hüseyndən Ömərdən çox maniyə keçdi. Deməli, onda belə çıxır ki, Hüseyndə Elmirdən, üzr istəyirəm, Ömərdə Elmirdən tez çıxıb. Yəni, daha az maniyə keçib, Ömərdən tez çıxıb. Deməli, Elmir Səməddən az maniyə keçib, az, Ömərdən çox maniyə keçdi. Deməli, onda belə çıxır ki, Elmir Səməddən tez çıxıb, Ömər də Elmirdən tez çıxıb. Sonra, Fatih Səməddən çox maniyə keçdi. Onda belə çıxır ki, Fatih Səməddən sonra çıxıb. Yəni, yarışı daha gec tərk edib. Hüseyin yalnız 2 maniyəni keçə bilib. Hüseyin yalnız 2 maniyəni keçə bilibsə, onda belə çıxır ki, nə çıxır buradan? Hüseyin yalnız, deməli, 2 maniyəni keçə bilibsə, baxın, birinci Elməddin, deməli,
bir nəsini Elməddin maneəni keçib və ikincini keçə bilməyib. Hüseyn artıq gəlib ikinci yerə durubsa, deməli 2 dənə maneə keçə bilib də, artıq üçüncünü keçə bilməyib də yarışdan çıxıb. Deməli sıralama belə oldu. Elməddin, Hüseyn, Ömər, Elmir, Səməd, Fatih. Yarışı sonuncudan əvvəl kim tərk eləyib? Sonuncu Fatih tərk eləyib. Sonuncudan əvvəl onda kim olur? Səməd. 32 oldu Y variantı. 33-cü sual. Yavər, İsmail, Əbülfəz, Gülyas və Nəzirə sinifdə həftənin 5 iş günü hər biri fərqli günlərdə olmaqla bir dəfə növbətçi qalırlar. Məlumdur ki, Gülyazın növbəsi Əbülfəzdən bir gün sonraki gündür və o həftənin sonuncu iş günü növbətçi qalır. Həftənin sonuncu iş günü 5-ci gündür. Deməli, Gülyaz 5-ci gün qalır. Gülyaz. Aha. Sonra deyir ki, Əbülfəzdən bir gün sonraki gündür. Əbülfəzdən bir gün sonraki gündürsə, deməli, Əbülfəz onda 4-cü gün qalır da, deməli. Əbülfəz. Sonra İsmailin növbəsi Yavərdən sonra gəlir və o həftənin 2-ci günü növbətçi qalır. İsmailin növbəsi Yavərdən sonra gəlir. Yavər deməli 2-ci gündür. Yox, üzr istəyirəm. Deməli, İsmailin növbəsi 2-ci gündür. Deyir ki, İsmail növbəsi Yavərdən sonra gəlir və o həftənin 2-ci gün növbətçi qalır. İndi Yavərdən sonra gəlsə, Yavər İsmaildən əvvəl gəlir. Deməli, Yavər də 1-ci gündür. Onda bura kim qalır? 3-cüyə də qalır Nəzirin. Bizdən soruşur ki, Nəzirin hansı gün növbətçidir? Nəzirin 3-cü gün növbətçidir. 33 oldu A variantı. Baxırıq. Aydın, Rəşad, Cəbrayil və Famil qonşu binalarda yaşayırlar. Kimin hansı binada yaşadığı haqqında Famil nə birinci, nə dördüncü. Deməli, Famil nə birincidə yaşayır, nə dördüncüdə yaşayır. Aydın ikinci binada dedi. Deməli, Aydın ikinci binada yaşayır. Onda bunlara X qoyuruq və ikinci binada ancaq Aydın yaşayır deyə digərlərində ikinci binadan kəsişdiyi xanalara X qoyuruq. Cəbrayil isə dördüncü binada yaşamadığını bildirdi. Cəbrayil, deməli, dördüncü binada yaşamır. Onda dördüncü binaya bir dənə kim qaldı? Rəşad. Deməli, Rəşad dördüncü binada yaşayır. Onda buralara da X qoyuruq. Onda Cəbrayildə hansı bina qaldı? Cəbrayildə ancaq yaşaya biləcəyi birinci bina qaldı. Boş xana. Burada X qoyuruq və Famildə üçüncü bina qaldı. Deməli, Aydın ikinci binada yaşayır. Aydın ikinci binada. Rəşad yaşadı dördüncü binada. Cəbrayil birinci binada. Famil isə üçüncü binada. 34 oldu C variantı. 35-ə baxırıq. Aydan, Samirə, Elnarə, Elxan, Gülay adlı 5 dost müəllim, həkim, mühəndis, vəkil, mühasib kimi müxtəlif peşələrin sahibidir və onlar Bakı, Gəncə, Sumqayıt və Şəki şəhərlərində öz peşələrinə uyğun olaraq çalışırlar. Həmçinin bu dostlar haqqında məlumdur. Aydanın uşaqlıq arzusu həkim olmaq olsa da, o hazırda Bakı şəhərində biologiya fənnin tədrisini aparır. Deməli, biologiya fənninin tədrisini aparırsa, deməli, Aydan müəllimdir. Aydan müəllimdir və harda işləyir? Bakıda işləyir. Bakı artıq oldu Aydanın və müəllimdir. Deməli, Aydan həkim deyil, mühəndis deyil, vəkil deyil, mühasib deyil. Və digərləri də Samirə, Elnarə, Elxan, Gülay. Bunların heç biri Bakıda işləmir. Gülay Aydanın uşaqlıq arzusu olan peşəyə yiyələnmişdi. Aydanın uşaqlıq arzusu olan peşə hansı oldu? Həkim. Deməli, Gülay həkimdir. Gülay hardadır? Buradadır. Buralara X qoyuruq və buralara da X qoyuruq. Gülay həkimdir və harda işləyir? Gəncədə çalışmır. Aha, Gülay Gəncədə çalışmır. Bura bir dənə balaca Gəncə yazıram. Qabağında bir dənə üstünə xətt çəkirəm ki, yəni Gəncədə çalışmır. Samirə peşəsinə uyğun olaraq konstitusiya qanunlarını yaxşı bilir və o nə qaxda, nə də ki, Şəkidə işləmir. Aha, yaxşı. Deməli, Samirə peşəsinə görə konstitusiya qanunlarını yaxşı bilirsə, deməli, Samirə nədir? Vəkildir. Samirə vəkildir. Onda deməli, Samirə vəkildir. Və o qaxda, nə də ki, Şəkidə işləmir. Onda bura vəkilin üstünə bir dənə qax yazıram, üstündən xətt çəkirəm. Bir dənə yazım üstünə, Şəki yazıb üstündən xətt çəkirəm ki, yəni Şəkidə işləmir. Sonra Elxan Sumqayıtda işləmir. Yaxşı. Mühasib olan Gəncədə işləyir. Deməli, mühasib olan Gəncədə işləyir. Bir qalıb bizim mühəndisimiz, bir də qalıb mühasibimiz. Deyir ki, mühasib Gəncədə işləyir. Mühasibin üstünə bir dənə Gəncə yazıram. Mühasibin üstünə bir dənə Gəncə yazdım. Aha. Biz Gülay tapmışıq ki, Gülay həkimdir. Deyir ki, Elxan mühasib deyil. Elxan mühasib deyilsə, Elxanla mühasibin kəsişdiyi xanaya bir dənə X qoyuram. Elxan nə işləyə bilir onda ancaq? Ancaq mühəndis işləyə bilir. Onda Elnarə artıq mühəndis ola bilməz. Elnarə nə işləyir? Elnarə də Gəncədə mühasib işləyir. Bizdən soruşur ki, Elnarə hansı şəhərdə və peşədə çalışır? Tapdıq ki, Elnarə Gəncədə mühasib işləyir. Gəncədə mühasib.
35 oldu. C variantı. 36-cı suala baxırıq. Ceyla, Leyla, Fidan, Bəhruz, Xalid 25, 24, 23, 20, 18 yaşlarındadır. Məlumdur ki, Bəhruz Leyladan kiçikdir. Ceyladan isə böyükdür. Deməli, birinci Leyladır onda. Sonra Bəhruzdur. Sonra Ceyladır. Xalid yaşca ən kiçik deyil. Yaxşı. Nə Fidan, nə Xalid Ceyladan böyük deyil. Deməli, Leyladır, Bəhruzdur. Bunu belə yazaq. Deməli, Leyladır, Bəhruzdur, Ceyladır. Nə Fidan, nə Xalid Ceyladan böyük deyilsə, deməli, yaşları Ceylanınkindən balacadır. Yəni, Ceyladan aşağıda yerləşəcəklər. Amma Xalid də ən kiçik deyil. Deməli, mən Xalidi aparıb ən axıra yaza bilmərəm. Onunla Ceyladan sonra Xalidi yazaram. Xaliddən sonra da Fidanı yazaram. Deməli, ən kiçik Fidandır. Deməli, onda belə çıxır ki, mən bunu böyükdən kiçiyə doğru düzmüş oldum. Onda ən böyük oldu Leyla. Leylanın neçə yaşı var? 25. Bəhruzun 24. Ceylanın 23. Xalidin 20 və Fidanın 18. Bizdən Fidan və Bəhruzun yaşını soruşur. Fidan oldu 18 yaşında, Bəhruz oldu 24 yaşında. 36 oldu Y variantı. 37-ci suala baxırıq. 5 dost Emin, Kamil, Zaur, Fuad və Məhəmməd yaşayış kompleksinin A, B, C, D, Y binalarının sakinləridir. Zaur B binasının sakini deyil. Deməli, Zaurla B-nin kəsişməsinə X qoyuram. Emin ya A ya da B binasının sakinidir. Emin ya A-nın nöqtə qoyuram ya da ki, Y-nin sakinidir. Sonra Zaur və Məhəmmədin ali təhsili var. Yaxşı, Zaurun da bir dənə üstünə ali yazıram. Məhəmmədin də üstünə bir dənə ali yazıram. Deyir ki, A, C, D binalarının sakinlərinin ali təhsili yoxdur. Onda belə çıxır ki, Zaur A-da da yaşaya bilməz, C-də də yaşaya bilməz. Məhəmməd də A-da da yaşaya bilməz, C-də də yaşaya bilməz və D-də də yaşaya bilməzlər. Çünki deyir ki, A, C, D binalarının sakinlərinin ali təhsili yoxdur. Deməli, Zaur və Əli A, C, D-də yaşaya bilmir. Ayrıca dedik ki, Zaur B-nin sakini deyil. Deməli, Zaur ancaq harada yaşaya bilir? Zaur Y binasında yaşaya bilir. Belə çıxır ki, əgər Y binasında artıq Zaur yaşayırsa, başqa heç kəs Y binasında yaşaya bilməz. Bayaq bizə dedi ki, Emin ya A, ya B binasının, ya A, ya Y binasının sakinidir. Artıq Y binasının sakini var. Deməli, Emin hansı bina qaldı? A binası qaldı. Deməli, Emin A binasının sakini imiş. Onda Emin B-də, C-də, D-də yaşamır və A-da ancaq Emin yaşayır. Belə çıxır ki, Məhəmməd hansı binada yaşayır? Məhəmmədə qalır nə? Bir dənə B binası qalır da. Baxın, bir dənə B ilə Məhəmmədin kəsişdiyi xana boş qalıb. Onda belə çıxır ki, B-də heç kəs yaşaya bilmir. Qalır Kamil və Fuad qalır, ancaq heç o bizə lazım deyil. Bizdə Məhəmmədin hansı binanın sakini olduğunu soruşur. Məhəmməd tapdıq ki, B binasının sakinidir burada. Deməli, 37 oldu Y variantı. Məhəmməd B binasının sakinidir. 38-ə baxırıq. Deməli, ayna qırmızı, göy və yaşıl rəngli kağızlardan 5 ədəd düzbucaqlı, 3 ədəd dairə və 2 ədəd üçbucaq kəsdi. Fiqurların 4-ü qırmızı, 2-si yaşıl və 4-ü göy ola bilər. Sonra deyir ki, fiqurların 4-ü qırmızı, 2-si yaşıl, 4-ü göy ola bilər. Üçbucaqlar qırmızı deyil. Deməli, bu üçbucaqlar qırmızı olmayacaqlar. Bir dənə qırmızı yazıb üstünə xətt çəkirəm. Dairələrin hər biri müxtəlif rəngdədir. Hərəsi bir rəngdədir. Yaxşı. Düzbucaqlardan ikisi göy rəngdədir. Deməli, düzbucaqlardan ikisi göy rəngdədir. Bir bu, bir də bu olsun göy rəngdə. Nə qədər göy ola bilər? Ümumi 4 dənə göy ola bilər. Elə deyil. Aha. Artıq bu göyün ikisini tapdıq. Dairələrdən hər biri müxtəlif rəngdədir. Onda belə çıxır ki, hər biri müxtəlif rəngdədirsə, dairənin bir dənəsi göy ola bilər də. Hamısı ikisi göy ola bilməz axı. Deyir ki, hər biri müxtəlif rəngdədir. Göyün biri də bu olar. Onda belə çıxır ki, göyün biri nəyə qaldı? Göyün biri də qaldı üçbucaqlardan birinə. Üçbucaqlardan birinə. Artıq bizim göy rəngdən işimiz qutardı. 4 dənə göy rəng var idi. 4 dənə göy rəngi yerləşdirdik. Qaydaq başa. Deyir ki, sonra nə deyir bizə? Üçbucaqlar qırmızı deyil. Bildik ki, üçbucaqlar qırmızı deyil və 4 dənə qırmızı olmalıdır. Dairələrin hər biri müxtəlif rəngdədirsə əgər, onda belə çıxır ki, bir dənə dairə qırmızıdır. Bir dənə də dairə nədir? Yaşıldır. Eləmi? Üçbucaqlara heç biri şey deyil, qırmızı deyil. Okey, deməli, bizim 2 dənə yaşıl rəngimiz olmalıdır. Yaşılın birini biz vermişik dairəyə.
Onda belə çıxır ki, yaşılın birini hara verərik? Bu göy, deməli, burada biri göydür üçbucağın və qırmızı verə bilmirik. Onda məcbur digər ikinci yaşıl rəngi də bu üçbucağa veririk. Всё. Bizim 2 dənə yaşıl rəngi yerləşdirməli idik, yerləşdirdik. 4 göy rəngi yerləşdirməli idik, yerləşdirdik. Nə qaldı? Qaldı bizim yerləşdirməli olduğumuz 3 dənə qırmızı rəng. 4 dənə qırmızıdır. Birini yerləşdirmişik ki, dairədədir. Qalan 3 dənə qırmızı rəngdə düzbucaqlılardır. Всё. Bunu tapdıq belə. Baxaq indi variantlar deyir ki, mülahizələrə əsasən hansı fikir yanlışdır? Düzbucaqlılardan 3-ü qırmızı rəngdədir. Düzbucaqların 3-ü qırmızı rəngdədir. Düz deyir. 38-də, deməli, A-da düz deyir. Dairələrdən biri göy rəngdir. Dairələrdən biri göy rəngdir. Bəli, göy rəngdir. Düz deyir. Düzbucaqlardan biri yaşıl rəngdir. Yox, düzbucaqlardan heç birinə yaşıl rəng düşmədi. İkisi göy, 3-ü qırmızıdır. Deməli, səhv mülahizə C variantıdır. Deyir ki, üçbucaqlardan biri yaşıl rəngdədir. Düz deyir. Üçbucaqlardan biri yaşıl rəngdədir. Yerə deyir ki, üçbucaqlardan biri göy rəngdədir. Düz deyir. Üçbucaqlardan biri göy rəngdədir. Deməli, səhv fikir hansı oldu? Oldu C variantı. 39-a baxırıq. Aşağıdan yuxarıya doğru 1, 2, 3, 4, 5 olmaqla nömrələnmiş rəflərə kitab, qlobus, güldan, suvenir və şəkil qoyulub. Məlumdur ki, hər rəfə yalnız bir əşya qoyulub. Qlobus ikinci rəfdədir. Deməli, qlobusun da buradadır. Kitab qlobusunun olduğu rəfin dərhal üstündədir. Kitab onda buradadır. Şəklin olduğu rəfin nömrəsi təkidədir və suvenirdən üstdəki rəflərdən birindədir. Deməli, şəklin olduğu ya 1, 5 ya da ki 5 ola bilər. 1-də olsa, axı heç nəyin üstündə olmuş olmur. Onun deməli, şəkil 5-ci rəfdədir. Güldanın olduğu rəfin nömrəsi tək deyil. Deməli, güldan 4-cü rəfdədir. Güldan. Bir də nə qalır? Suvenir. Deyir ki, mülahizələrdən hansı doğrudur? Şəkil qlobusun olduğu rəfdən altdakı rəfdədir. Şəkil qlobusun olduğu yox, səhv deyir. Bu səhvdir. Bir deyir ki, kitab 3-cü rəfdə deyil. Kitab 3-cü rəfdədir, səhv deyir. Qlobus 4-cü rəfdədir. Qlobus 4-cü rəfdə deyil, səhv deyir. Suvenir 1-ci rəfdədir. Bəli, suvenir 1-ci rəfdədir. Deməli, deyil, düzdür. Deyir ki, kitab olan rəf qlobusun olduğu rəflə suvenirin olduğu rəf arasında deyil. 7-də yalan deyil. Deməli, 39 oldu. D variantı. 40-cı suala baxırıq. Kərim, Sabir və Tahir adlı 3 qonşu evlərinə yaxın ərazidə yerləşən məhsul, bolluq, bərəkət adlı marketlərdən bazarlıq edərək fərqli məhsullar, meyvə, tərəvəz, şirniyyat alırlar. Məlumdur ki, Kərim məhsul, Kərim buradan alır. Deməli, bolluqdan və bərəkətdən almır. Sabir isə bolluq adlı marketdən bazarlıq edir. Sabir də buradan bazarlıq edir. Deməli, buradan və buradan almır. Onda belə çıxır ki, Tahir hardan bazarlıq edir? Tahirə bir bərəkət qaldı. Tahir, Sabir tərəvəz almır. Aha, Sabir tərəvəz almır. Yaxşı. Bolluq marketinə gedən şirniyyat almır. Deməli, Sabir nə tərəvəz almır? Burada tərəvəz yazıb üstündən xətt çəkirəm. Nə də ki, bolluq marketinə gedən də Sabir daxil. Nə də ki, Sabir şirniyyat da almır. Deməli, Sabir nə alır? Sabir meyvə alır. Bolluq marketindən meyvə alır. Tahir tərəvəz alır. Tahir bərəkət marketdən nə alıb? Tərəvəz alıb. Bir nə qaldı? Şirniyyat. Şirniyyatı kim alıb onda? Şirniyyatda məhsul marketindən, məhsul deməli, adlı marketdən Kərim alıb. Kərim alıb nə? Şirniyyat. Mülahizələrə əsasən hansı fikir doğrudur? Kərim meyvə alır. Dedi ki, Kərim şirniyyat alıb. A variantı getdi, səhvdir. C-yə baxaq. Tahir şirniyyat alır. Tahir haradadır? Tahir buradadır. Tahir dedi ki, bərəkətdən tərəvəz alıb. C variantda səhvdir. Kərim deyir şirniyyat alır. Dedi ki, Kərim şirniyyat alır. Bəli, Kərim şirniyyat alır. Y variantı düzdür. 40 oldu Y variantı. Deyir ki, B-də Sabir tərəvəz alır. Sabir tərəvəz alır. Sabir axı tərəvəz almır. Sabir meyvə alır dedik. Burada tapmışıq. Sabir şirniyyat da almır. Dedi ki, Sabir meyvə alır. 40 oldu Y variantı. 41-ci suala baxırıq. Nə deyir bizə 41-də? 41-də deyir ki, Ayda, Sevinç, Emilya, Emin, Aygün adlı 5 dost menecer, psixoloq, laborant, operator, saatçı kimi müxtəlif peşələrin sahibidirlər və onlar A, B, C, D, Y şəhərlərində öz peşələrinə uyğun olaraq çalışırlar. Həmçinin bu dostlar haqqında məlumdur. Nələr? Aydanın uşaqlıq arzusu psixoloq olmaq olsa da hazırda A şəhərində menecerdir. Deməli, Ayda menecerdir və harda? A şəhərində. Deməli, buralara X yazıram. Yəni, bunların artıq heç bir menecer ola bilməz və A şəhərdə ancaq Aydaya aiddir. Aygün Aydanın uşaqlıq arzusu olan peşəyə yiyələnmişdi. Yəni, Aydan olmaq istəyirdi. Ayda psixoloq olmaq istəyirdi. Aygün Aydanın uşaqlıq arzusuna yiyələnibsə,
Deməli, Aygün nədir? Psixoloqdur. Aygünün qabağından və psixoloqun kəsişdiyi xanaya bir dənə işarə qoyuruq, qalanlarını x qoyuruq. Və belə çıxır ki, artıq Aygün bunların heç birini işləmir. Ayda da bunların heç birini işləmir. Sonra, deməli, Sevinç və o B şəhərində çalışmır. Deməli, Aygün B şəhərində çalışmır. Burada bir dənə B yazıb üstünə xətt çəkirəm ki, yadımdan çıxmasın. Sevinç operatordur və o sevinç operatordur. Hanı sevinç? Sevinç operatordur. Onda belə çıxır, buralarda x-lərimizi qoyaq. Və o nə D, nə də Y şəhərində işləmir. Onda bura bir dənə D yazıram, üstünə xətt çəkirəm. Bir dənə Y yazıram, üstünə xətt çəkirəm ki, yadımdan çıxmasın. Emin C şəhərində işləmir. Yaxşı. Emin ümumiyyətlə, Eminlə Emiliyanı mən hələ ki təyin edə bilmirəm. Emin satıcı deyil. Emin satıcı deyilsə, burada x qoyuram. Eminə nə qalır? Emin deməli laborantdır. Onda Emiliyaya nə qalır? Emiliyada nədir? Emiliyada satıcıdır onda. Emiliya hansı şəhərdə və peşədə çalışır? İndi qayıdaq şəhərlərə baxaq. Bizə deyir ki, Ayda A şəhərində menecerdir. Sonra Sevinç B şəhərində çalışmır. Daha doğrusu Aygün B şəhərində çalışmır. Sevinç operatordur. Nə D-də, nə də Y-də çalışmır. Deməli, D-də, Y-də çalışmır. Onda A-da da çalışmır. Axı A-da menecer çalışır, Ayda çalışır. Sonra satıcı olan B şəhərində işləyir. Satıcı olan kimsə B şəhərində işləyir. Bizdən kimi soruşurdu? Emiliyanı soruşurdu da. Emiliya satıcıdır və B şəhərində işləyir. Elə deyil, Emiliya satıcıdır və B şəhərində işləyir. Deməli, B şəhərində satıcı 41 oldu, B variantı. 42-yə baxırıq. Mağazada bir gün ərzində fərqli modellərdən və operativ yaddaşları 4, 6, 8, 16 GB olan kompüterlər satılıb. Səməd, Elgün, Aytac və Adəmin aldıqları bu kompüterlərin mağaza satış qiymətləri 400, 560, 600, 680 manatdır. Məlumdur ki, ən baha qiymətə satılan kompüterin Aytacın aldığı Dell'in operativ yaddaşının həcmi 8 GB deyil. Deməli, Aytac Dell alıb. Aytaçın Dell'in kəsişməsinə bir dənə belə işarə qoyuram və qalanlarını x qoyuram. Deməli, Dell Aytac alıbsa, başqaları ala bilmir. Və bu Dell'in qiyməti nə qədərmiş? Ən bahalıdırsa, deməli, Dell 680 manatdır. Və 8 GB deyil, bunu yada saxlayıram. Kompüter modelinin adı ilə alıcısının adı eyni hərflə başlayan kompüterin operativ yaddaşının həcmi ən az olmasa da, Səmədin aldığı 600 manatlıq kompüterin və Dell kompüterinin operativ həcmindən azdır. Deməli, Səmədin aldığı 600 manat, tez gedim Səmədin qabağına bir dənə 600 manat yazım ki, yadımdan çıxmasın. Səmədin aldığı nədirsə o 600 manatlıq kompüterdir. İndi baxıram, deyir ki, biz artıq Aytacı tapmışıq. Aldığı kompüterlə alanın adı, adamın adı eyni hərflə başlayır. Baxıram ki, nə olar onda? Adəm olar da. Deməli, Adəm bu kompüteri alıb. Onda Adəmlə onun kəsişdiyi yerə bir dənə belə işarə qoyuram. Bunları da x qoyuram. Və mənə belə bir şey deyir. Deyir ki, Səmədin aldığı 600 manatlıq kompüterin və Dell kompüterinin operativ yaddaş həcmindən azdır. Yaxşı. Deməli, keçək növbətiyə. Elgünün aldığı HP-nin qiyməti gün ərzində satılan kompüterlərin qiymətinin ədəd ortasına bərabərdir. Elgün deməli nə alıb? HP alıb. Bura Elgünlə HP-nin kəsişməsinə bir dənə belə işarə qoyuram. Səmədə nə qaldı onda? Səmədə qaldı, Səməd Toshiba alıb deməli. 600 manata Toshiba alıb. İndi mən burada bunların ədəd ortasını tapsam, yəni 400-ün, sonra 560-ın, 600-ün və 680 ədəd ortasını tapsam, eləyər 560 manat. Deyir ki, Elgünün aldığı HP-nin qiyməti gün ərzində satılan kompüterlərin qiymətinin ədəd ortasına bərabərdir. HP-nin qiyməti deməli 560 manatdır. Və HP-nin qiyməti 560-sa, ASR-in qiyməti nə qədərdir? Bu da 400 manatdır. Deyir ki, operativ yaddaşlarına baxaq indi. Dell'in yaddaşı 8 GB deyil. Kompüter modelinin alıcısının adı eyni hərflə başlayan kompüterin operativ yaddaşının həcmi ən az olmasa da, Səmədin aldığı 600 manatlıq kompüterdən azdır. Aha, Səmədinkindən azdır. Və Dell kompüterin, deməli deyir, Səmədin aldığı 600 manatlıq kompüterin və Dell kompüterinin operativ yaddaş həcmindən azdır. Dell'in operativ yaddaşını biz bildik, bilmədik. Ona 128 deyil. Ona buradan belə bir yerdən qeyd eləyək ki, belə qeyd eləyək. Bu. Kiçik nədən?
kiçikdir Səmədin 600 manatlıq kompüterindən. Yəni nədən? Toshibadan. Və eyni zamanda Dell-dən də kiçikdir. Yəni bu bunlardan əvvəl gələcək. Amma bu Dell 8 GB-da deyil. Onda belə çıxır ki, Dell neçə GB imiş? 8 GB-da deyil. Bunlardan da kiçikdirsə, onda belə çıxır ki, 6 GB olar da. Bu onda oldu. Dell 8 GB deyil. Dell 8 GB deyil. Və ikisindən də böyükdür. Onda belə olar ki, Dell 16 GB-dır. Deməli, Dell oldu 16 GB. Buradan yazıram 16. Dell 16 GB olan yerdə burada bizə bir ipucu veririm ki, ən az hansıdır. Ən az hansıdır vermir. Onu bilirəm ki, deməli, Adəmin aldığı kompüter Dell-dən və Toshibadan kiçik olmalıdır. Və əgər mənə deyirsə Dell 8 deyirsə, Dell tapdıq ki, Dell 16-dır. Yəni oradan belə çıxır ki, burada ən böyüyü 16 GB olacaq. Ən böyüyü 16 GB olacaq. Eləmi? Elə. Onda 16 GB Dell 3 nömrəlidir. 3 ilə başlamalıdır. Azılan sıra deyirsə B, D, Y variantları getdi. Sonra ondan əvvəl nə gəlir? Toshiba gəlir. Onda Toshiba neçə GB olar? Toshibada 8 GB Toshibadır. Sonra HP neçə GB-dır onda? HP-ni də buradan yazıram. Onda HP neçə GB olur? HP olur ən az 6 HP-yə qalır. Daha doğrusu HP olur 4 GB və Acer-də qalır 4-6 GB. Всё. Deməli, tapdıq ki, azılan sıra ilə deyirsən Dell gəlməlidir birinci, yəni 3. Sonra Toshiba gəlməlidir. Toshibanın qiyməti 4, 3, 4, 3, 4. Sonra Acer gəlməlidir 6 və ən axırda HP gəlməlidir ki, 3, 6 nə idi ayalıq? 3, 4, 3, 4, 1, 2. A variantı. 42 oldu A variantı. 43-ə baxırıq. Bir sinifdə 12 şagird 1-dən 12-yə qədər nömrələniblər. 4 komandaya bölündülər. Qırmızı, mavi, yaşıl, sarı. Hər komandada 3 nəfər var. 3 və 8 nömrəli şagirdlər eyni komandadır. 3 ilə 8-ə bir dənə belə işarə qoyuram. Bilim ki, yadımda qalsın ki, bunlar eyni komandadadırlar. 5 nömrəli şagird sarı və qırmızı komandada deyil. Deməli, 5 nömrəli nə sarıdadır, nə də qırmızıda. Nə qırmızıdadır, nə də ki, sarıdadır. Buraya X qoyuram. Nə sarı, nə də ki, qırmızıdadır 5 nömrəli şagird. 1 nömrəli şagird mavi komandadadır. Deməli, 1 nömrəli şagird mavi komandadadır. Amma 7 nömrəli şagird onun komandasında deyil. Yəni, 7 nömrəli şagird mavi komandada deyil. 4 və 9 nömrəli şagirdlər fərqli olmalıdır. Aha, bunu yadda saxlayaq. 10, 11, 12 nömrəli şagirdlərdən yalnız biri qırmızı komandadadır. Aha. Yaşıl komandada 6 nömrəli şagird var. Deməli, 6 nömrəli şagird haradadır? Yaşıl komandadadır. Bunu da bura qeyd elədik. Ki, yaşıl nömrəli. Deməli, komandada 6 nömrəli şagird var. 4 nömrəli şagird qırmızı komandadadır. Deməli, 4 qırmızıdadırsa əgər, eləmi? 9 qırmızıda ola bilməz. Niyə? Çünki bayaq mənə burada deyirdi ki, 4 və 9 nömrəli şagirdlər fərqli komandalardadır. Onda 9 ilə 4 qırmızının kəsişməyinə bir dənə X qoyuram. 4-ü tapmışıq ki, artıq 4 qırmızıdadır, ona görə sarıda, yaşılda, mavidə ola bilməz. 6-nı tapmışıq ki, 6 yaşıldadır, ona görə 6 qırmızıda, mavidə, sarıda ola bilməz. 1 tapmışıq ki, 1 mavidədir, artıq 1 qırmızıda, yaşılda, sarıda ola bilməz. Sonra davam edək, burada şərtdə davamı var. Deyir ki, mavi komandadakıların nömrələri tək ədəddir. Onda belə çıxır ki, mavi tək ədəddirsə, mavidə 2 nömrəli şagird ola bilməz. Mavidə 8 nömrəli şagird ola bilməz, 10 nömrəli şagird ola bilməz, 12 nömrəli şagird ola bilməz. Bir də bayaq mənə burada dedi ki mənə 3 ilə 8 nömrəli şagirdlər eyni komandadadırlar. Onda belə çıxır ki, əgər mavi komandada 8 ola bilmirsə, avtomatik olaraq 3 də ola bilmir. Onda 3 də ola bilməyəcək mavi komandada. Mavi komandaya nə qaldı? Bir dənə tapmışıq 1, bir də ya 5-dir, ya 9, ya da ki 11-dir. Aha, sonra nə var, nə deyir burada? Sarı komandadakılardan ikisinin nömrəsi 3-ə bölünən ədəddir. Sarı komandadakılardan ikisinin nömrəsi 3-ə bölünən ədəddir. Yaxşı, buna baxarıq. Qayda əvvələ görək yenə bizə nə deyirdi? Sonra nə edə bilərik burada baxaq. 3 ilə 8 qalıb və digərləri. Dedik ki, yaşıl komandada 6 nömrəli şagird var, qeyd eləmişik.
Hər komandada da 3 nəfər 3 şagird olmalıdır. Deyir ki, bizə burada nə maraqlıdır? 9, 11 və 9, 11 və 5 maraqlıdır. Elə deyir, heç olmasa mavini tapa bilməyimiz üçün. Bizə deyir ki, 10, 11, 12 nömrəli şagirdlərdən yalnız biri qırmızı komandada yerləşir. Yaxşı. 10, 11, 12-dən. Başqa nələr deyir bizə? 1 nömrəli şagird mavi komandadadır, amma 7 nömrəli şagird onun komandasında deyil. 5 nömrəli şagird sarı və qırmızı komandada deyil. Deməli, 5 nə sarıdadır, nə qırmızıdadır. Eləmi? Onda 5 nə qalır? 5 ya yaşıldır, ya da ki, mavidir. Başqa bizə nəsə deyirdi? Başqa bizə nə deyirdi? Başqa bizə deyir ki, 4 nömrəli şagird qırmızı komandadadır, qeyd eləmişik. Sarı komandada da 2 nömrəli şagird var. Başqa bizə nə deyir? Mavi komandadakilərin nömrələri tək ədədlərdir. 5 qalıb, 9 qalıb, 11 qalıb. Bunun üçü də təkdir. Sarı komandadakilərin ikisinin nömrəsi 3-ə bölünəndə. Sarı komandadan biz hələ ki, demək olar, heç kəs tapmamışıq. 2 dənəsi 3-ə bölünənsə, sarı komandada kimlər ola bilər onda məsələn? Deməli, sarı komandada 2 nömrəli ola bilər, 3 nömrəli. Məsələn, sarı komandada 3 nömrəli olsa, gərək 8 nömrəli də sarı komandada olsun. Axı 8 3-ə bölünmür. Elə deyil. 8 3-ə bölünmür. Və yaxud da ki, əksinə, ola bilər ki, 8 3-ə bölünməyəndə, amma 3 ilə başqa birisi 3-ə bölünər. Onda belə çıxır ki, nə götürə bilərik burada? Biz hələ ki, maviyə heç nə yazmamışıq, 3 nəfər qalıb. Deməli, burada 5 nömrəli şagird mavi komandanın oyuncusudur. Yox, burada bir dənə 1 nömrəni tapmışıq biz. 5 qalıb, 9 qalıb, 11 qalıb. Bu 10, 11, 12-dən də biri qırmızıya aid olmalıdır. Burada bunu unutduq. Bizə deyir ki, 4 sarı komandada 2 nömrəli şagird var. Bunu niyə qeyd eləməmişik ki? Sarı komandada 2 nömrəli şagird varsa, bura bir dənə 2 ilə sarının kəsişməyinə bunu qoyuruq. Buraları da x-i düzürük. Və bizə bayaq belə bir şey deyirdi ki, sarı komandadakilərdən ikisinin nömrəsi 3-ə bölünən ədəddir. Biri 2-dirsə, deməli, yerdə qalan ikisi 3-ə bölünən ədəd olmalıdır. Elə deyil. Onda belə çıxır ki, 7 olmaz sarı komandada, 8 olmaz sarı komandada. 8 olmursa əgər, avtomatik olaraq 3 də olmur. Çünki 3 ilə 8 eyni komandada da olmalıdır. Sonra 9 ola bilər, 10 olmur, 11 olmur, bir də 12 ola bilər. Və 3-ə bölünən elə burada ancaq 9-dan 12 qalır deyə. Deməli, sarı komandada bir 9-dur, bir də nədir? Bir də 12-dir. Deməli, artıq 9 başqa heç birinə uyğun gəlmir, 12 də başqa heç birinə uyğun gəlmir. Bayaq deyirdik ki, 10, 11, 12 nömrəli komandalardan, deməli, şagirdlərdən biri qırmızıdır. Qırmızı onda nə ola bilir? 12 ola bilmir, ya 10 ya da ki 11 olacaq. Baxaq, başqa nə deyir bizə? Başqa bizə mavini də belə çıxır ki, tapdıq. Mavidə də nə var? 5 nömrəli şagird var. Bir də 11 nömrəli şagird var. Deməli, 11 artıq nə qırmızıya gedir, nə yaşlıya gedir. Onda belə çıxır ki, 10 nömrəli şagird, axı demişdi 10, 11, 12-dən biri mütləq qırmızıdır. Onda belə çıxır ki, 10 nömrəli şagird qırmızı komandadadır. Yaşlıda bir x qoyduq kəsişməsinə. Deməli, mavini tapdıq 3 dənə şagirdi, sarını tapdıq 3 dənə şagirdi. Sonra başqa nə qalıb? Qalıb qırmızı ilə yaşlı dəqiqləşdirmək. Baxaq, başqa nə deyirdi bizə yaşlı ilə qırmızı ilə bağlı? Yaşıl komandada 6 nömrəli şagird var, qeyd eləmişik. 3 nömrəli şagirdi hələ ki tapmamışıq. 3 ilə 8 eyni komandada olmalıdır. Bizə bir dənə bu məlumdur hələ ki. 4 nömrəli şagird qırmızı komandadadır, bunu tapmışıq. Sonra 2 nömrəli şagird qırmızı, 2 nömrəli şagird sarı komandadadır, onu da qeyd eləmişik. Başqa nə qalır? İndi biz 3 ilə 8-i həm buraya yerləşdirə bilirik, yaşlıya yerləşdirə bilirik, həm də qırmızıya yerləşdirə bilirik. İndi görək hansıdır? 7 nömrəli şagirdlə bağlı ümumiyyətlə nəsə deyirmi bizə? 7 nömrəli şagirdlə bağlı və yaxud da ki, qırmızı şagirdlə bağlı nə deyir bizə? Biz bilirik ki, artıq 6 nömrəli yaşlının bir dənəsi 6 nömrəlidir. Bizdən yaşıl komandada hansı nömrəli şagirdlər var, onu soruşur. Deməli, biri 6 nömrədir. Onda belə çıxır ki, B variantı gedir, D variantı gedir, qalır A, Y, C. Baxaq, məsələn, A-da deyir ki, 4, 6, 7. 4 nömrəli qırmızı komandadadır. A variantı getdi. Y-də deyir ki, 3, 6, 8. 3 nömrəli hələ tapmamışıq, 6-nı tapmamışıq, 8 tapmamışıq. Dursun, baxarıq. C-də deyir ki, 5, 6, 11. Biz 11 tapmışıq ki, 11 mavi komandanın uşağıdır.
Deməli 43 oldu. Y variantı. Bu çox uzun getdi biraz. Eybi yox. Deməli 43 tapdıq ki, Y variantıdır. 44-ə baxırıq. Məzunlar 1-ci sinif şagirdləri üçün karandaş, dəftər, kitab, gəlincik, puzzle və oyuncaq maşınlarından ibarət hədiyyə dəstəyi almaq qərarına gəldilər. Şagirdlərin hərəsində hər bir əşyadan bir dəfə istifadə etməklə 3 əşyadan ibarət neçə müxtəlif fərqli hədiyyə dəstəyi hazırlamaq olar. Deməli 3 dənə hədiyyə hazırlanmalıdır və hərəsindən bir dəfə istifadə etməlidir. Deməli birinci hədiyyə üçün 6 dənə burada ehtimal var da. Kitab, karandaş, dəftər, gəlincik, puzzle, oyuncaq, 6 dənə müxtəlif oyuncaq maşını, 6 dənə müxtəlif hədiyyə qoya bilərik. Artıq bura birini istifadə edəndə ikinci hədiyyə üçün 5 dənə seçim qalır. Artıq birini də bura istifadə edəndə üçüncü hədiyyə üçün 4 dənə seçim qalır. Yəni hərəsindən bir dəfə istifadə olunacaq deyə birinci seçimi 6 dənə seçimimiz var. Birinci oyuncaq üçün, birinci hədiyyə üçün. İkinci hədiyyə üçün artıq 5 dənə seçimimiz qalır. Üçüncü hədiyyə üçün artıq 4 dənə seçimimiz qalır. Bunlar da bir-birinə vuranda 6 vur 5 vur 4 eləyir 34 120. Deməli 120 müxtəlif hədiyyə hazırlamaq olar. 44 oldu 120. 5-ə baxırıq. Nail, Polad və Vaqif idman malları mağazasının 6 top, 2 çanta, 2 papaq, 2 idman köynəyi və 1 bilyard stolu aldılar. Məlumdur ki, onların hərəsi ya 2 ya 3 mal alıb. Könül və Lalə hər biri yalnız 2 top alıb. Deməli Könül 2 dənə top alıb, 2 top. Lalə də 2 top alıb. Ümumi nə qədər top vardı? 6 top. 6 dənə topun 4 dənəsi getdi. Deməli 2 dənə top qaldı. Bu 2 dənə topu yerləşdirməliyik. Mələk bilyard stolu və papaq almayıb. Lakin 2 növ mal alıb. Bura mələyin qabağına 2 yazıram. Yəni 2 növ mal alıb. Bilyard stolu və papaq deyil bu. Yaxşı. Nailin aldıqları arasında bir top var. Deməli topun birindən kim alıb? Nail alıb. Bir topdan Nailə verdik. Bizim havada qaldı. Nə qədər topumuz? Bir topumuz qalıb havada. Sonra baxaq nə deyir bizə? Polad yalnız bir çanta və bir papaq alıb. Polad bir çanta alıb, bir çanta. Birdən də papaq alıb. Çanta nə qədərdir? 2 dənə çanta vardı. Deməli bizim havada bir dənə çantamız qaldı. Birini Polad alıb da. Papaq nə qədərdir? 2 papaq var idi. Birini deməli Polad alıb, qaldı bir dənə papağımız havada. Onu da yerləşdirəcəyik. İndi görək kim alıb. Sonra baxaq qayıdaq əvvələ. Bizə nə soruşur? Nail, Polad, Vaqif cəmi neçə mal alıblar? Deyir ki, Vaqif nə almayıb? Vaqif papaq, top, bilyard stolu almayıb. Deməli Vaqif papaq almayıb, top almayıb, sonra papaq almayıb, top almayıb, papaq almayıb, top almayıb, bilyard stolu da almayıb. Onda nə alıb? 2 dənə mal alıb. Deməli çanta alıb, bir də idman köynəyi alıb da belə çıxır ki. Bir dənə deməli çanta qalmışdı. Bir dənə çanta qalmışdı. Deməli Vaqif bir dənə çanta alıb. Bir dənə çanta alıb. 2 dənə deyir ki, Vaqif mal alıb. Bir çanta alıb. Onda bir dənə nə alıb? Top, papaq, bilyard stolundan başqa nə var? Çanta və idman köynəyi. Deməli bir dənə idman köynəyi alıb. İdman köynəyi alıb. Yaxşı. Deməli bizim bir dənə nəyimiz qaldı? Belə çıxır ki, başqa köynək alan var idi mi? Başqa köynək alan yoxdur. Deməli, bizim 2 dənə köynək alınmalıdır. Köynəyin birini Vaqif alıb, bir dənə də köynəyimiz havada qalıb. Köynək. Ümumi 2 çanta vardı. Onun birini Polad aldı, birini Vaqif aldı. Elə artıq çanta qalmadı. Bir dənə çanta qalmışdı, onu da Vaqif aldı. Sonra, baxaq nəyə? Mələk bilyard stolu almayıb, papaq da almayıb. Deməli, amma 2 növ mal alıb. Bizim də bir dənə topumuz qalıb, bir papağımız qalıb, bir köynəyimiz qalıb, bir dənə bilyard stolumuz qalıb. Başqa nəyimiz qalıb? Toplarımız nə qədər top qalıb? Bir dənə dedik 2 top qalıb. Sonra, onda belə çıxır ki, mələyin əgər 2 dənə mal alıbsa, bir dənə top alıb mələk. Çünki yerdə bir dənə top qalıb da və bilyard stolu ilə papaq almayıb. Bir də nə ala bilir başqa? Mələk bir top alıb, bir də deməli köynək alıb da. Ala biləcək, bir də köynəkdir. Artıq bizim əlimizdə nə top qaldı, nə də köynək qaldı. Sonra qalan bir papaq, bir də ki, bilyard stolu qalıb. Bunlar da kimə düşür? Nailə düşür, elə deyil. Nailin arasında hələ bir dənə top var. Bunu bayaq buraya yazmışdıq. Deməli, Nail mütləq bir top var. Bir dənə top alıb çünki. Bir dənə bizim deməli
Papağımız qalıb. Bir papaq. Və bir də bilyard stolu. Deməli, bunlardan Nailə qaldı. Bilyard stolu. Всё. Bizdən soruşur ki, deməli, Mələk 2 dənə məhsul aldı. Kamil 2 dənə məhsul alıb. Bizdən soruşur ki, Nail, Polad, Vaqif cəmi neçə mal alıblar? Nail 3 mal alıb. Polad 2 mal alıb. Vaqif 2 mal alıb. Bizdən Nail, Polad və Vaqifi soruşur. Nail, Polad, Vaqif 3 üstəgəl 2 üstəgəl 2 elədi 7. Deməli, bunlar üçü birlikdə 7 mal alıblar. Bu qədər uşaqlar, Allah hər birinizə zehni açıqlığı versin. İnşallah ki, sizin üçün anlaşıqlı olar. Bu bölmədəki testlər biraz uzun gedir izahı və çox diqqətli olmaq lazımdır. Çünki balaca bir diqqətsizlik istər cədvəl quranda, istər bu şəkildə yazanda fərqi yoxdur. Balaca bir diqqətsizlikdən ötəri, yəni bütün hər şey qarışır bir-birinə, gərək bir də başdan başlayasan məsələyə. Ümid edirəm ki, izahlarım sizə köməyə olar. Belə, nə sualınız olarsa əgər, rəylərdə bildirə bilərsiniz. Əgər izah elədiyim sualların içərisində hansısa bir səhv olarsa, texnik səhv ola bilər ki, izah eləyəndə çaşmış ola bilərəm. Mütləq rəylərdə bildirin, mən də baxım elədiyim səhvə. Dərslərə qoşulmaq üçün qeyd olunan nömrədən əlaqə saxlamağınız kifayətdir. Kanala abunə olmağı, rəy bildirməyi və videonu bəyənməyi unutmayın. Sağ olun.